Əziz dostlar, hər vaxtınız xeyir olsun. Mən Kamran Yaradanquliyev yeni layihə ilə sizin qarşınızdayıq və nəzərinizə çatdıraq ki, Bakı Gross Akademiyanın təqdimatında bugündən etibarən bir tete-a-tete layihəsi başlayır. Bəlkə bu bir növ podkastdır, bir növ fikir mübadiləsidir. Əsas məqsədimiz fayda verməkdir. Biznes sahəsində yetəri qədər dərin mövzular var və bugün işinin biliciləri ilə biz bu məsələlərə bir yanaşma edəcəyik və nəzərinizə çatdıraq ki, bizim bu yaxınlarda Bakı Gross Akademiyasının Biznes İdarəçiliyi Akademiyası da fəaliyyətə başlayır. Bu yeni layihədə elə bizim dəyərli spikerlərimizə efirdə hər hansı bir suallarınız olsa qeyd edin, təlimlərdə canlı şəkildə həmin sualları ünvanlamaq imkanınız olacaq. Dəyərli işinin mütəxəssisləri, hər birinizi salamlayırıq, xoş gördük. Sizi biznes sahəsində hər kəs çox yaxşı tanıyır, amma gəlin biraz formata uyğun olaraq özünüzü salamlayın, bizi izləyənləri, həmçinin elə özünüz də özünüzü təqdim edin. Sakit Səmədov, Azərbaycan Dövlət Neft Universitetində müəllim, Dəstək Qrupda idarəetinin sədri. Sənan Uruzov, UNEC-də müəllim olaraq çalışıram. Satış, marketinq və təchizat zənciri dərsləri verirəm və Azərbaycanın bir çox böyük şirkətlərində satış və marketinq sahəsində rəhbər vəzifəsində çalışmışam. Axşamınız xeyir olsun. Seymur Əhmədov, Azərconnect Group, İnsani Resursları İdarəetmə və Layihələr Direktoru kimi çalışıram. Ümidvaram ki, maraqlı bir müzakirə olacaq. Salamlar mərkəzi Orxan Hüseynli, Azərconnect şirkətlər qrupunda biznes inkişaf əməliyyatları üzrə direktor vəzifəsində çalışıram. Fəaliyyətinizdə uğurlar arzu edirik. Sizi görmək çox xoşdur və Sakit müəllim, sizdən başlayaq. Bir rəhbər olaraq necə düşünürsünüz? Bir biznesin uzun müddətli vizyonu necə qurulmalıdır və uğurlu bir vizyon olması üçün nələr vacib şərtdir? Mən klassik cavab vermək istəmirəm əslində. Hər kəs uzun müddətli vizyondan danışır, daha qısa müddətli strategiya qurmuş deyilik. O yüzden inkişaf etməkdə olan ölkələrdə birinci olaraq keçmiş datalarla bərabər mövcud durumu dəyərləndirib bir qısa müddətli vizyon qurmağı tövsiyə edirəm. Bunu qurmaq üçün də dayanıqlı bir şirkət stratejisini mənimsəməlidir sahibkarlar. Ondan sonra uzun müddətli bir strategiya qurmalıdırlar. İnkişaf etməkdə olan ölkələrdə dəyişkənlər çox olduğu üçün uzun müddətli stratejiyanın qurulması sadəcə xəyal ola bilər. Bir illik strategiya belə inkişaf etmiş olan ölkələrdə uzun müddətli sayıla bilər. Çünki yazılan strategiyaların çoxu vizyon daxil tətbiq edilməkdə çox ciddi problemlərlə və ciddi sıxıntılarla qarşılaşır bilir. O yüzden mən uzun müddətli deyil, qısa müddətli stratejiyanın qurulmasını daha çox tövsiyə edirəm. Təşəkkür edirik. Belə geniş mövzunda belə qısa şəkildə lakonik bildirdiniz. Yəni burada Seymur bəy də var, Orxan da var, sən də var. Onlar da fikirlərini bəyan edə bilərlər. Mənim fikrim budur. Yoxsa strategiyini müəyyənləşdirmək üçün keçmişi, bugünü, gələcəyi, geniş zamanı dəyərləndir. Bu mövzulara girə bilərik. Amma izləyicilərin bilavasitə faydası olması açısından söyləyirəm. Çünki böyük firmalar çoxu strategiya tətbiq etməyə çalışır, vizyonlarını o istiqamətdə qurur. Amma daxili resursları və kapitalları doğru dəyərləndirmək üçün hər dəyişiklikdə struktur dəyişdirir. Seymur daha yaxşı bilər, Sənan mənim də şahiddir. Bir çox böyük firmalar 2 il içərisində 2 CEO dəyişdirir, bəzən 3 CEO dəyişdirir, bəzən öz departmanlarında saysız şöbə müdürləri dəyişdirir. Bu dəyişiklikdə, keçmişdə aldığın uzun müddətli strategiyanın tətbiq eləmə ehtimalı yoxdur. Sadəcə nağıllarda qalır. Mən Sakit bəyə əlavə etmək istəyərdim ki, bu uzun müddətli strategiya məsələsi bəlkə də illər öncə nəzəriyyəyə daxil edilmiş məsələdir. Amma illər öncə ona təsir edən indikatorlar sabit idi. Hal-hazırda dünya o qədər sürətli dəyişən bir moddadır ki, o indikatorlar hər gün, hər an dəyişir. Məcburən də strategiyada, şirkətdə o dəyişikliklərə uyğunlaşmalıdır. Strategiyada bir canlı bir varlıq kimi düşünsək, hər bir dəyişikliyə uyğunlaşmalıdır. Ona görə uzun müddətli, bəlkə də köklü şəkildə, amma onun nüansları, hissələri dəyişikliyə uyğunlaşmalıdır. Mən həm sizə bildirim, həm də ki, bizi izləyənlər də məlumatlansın ki, bizim bugünkü layihəmiz 2 hissədən ibarətdir. Birinci mərhələdə biz dəyərli spikerlərimizə, işinin bilicilərinə sualları fərdi şəkildə ünvanlayacağıq, amma tam sərbəst bir rejimdə. Dəyərli dostlar, ikinci mərhələdə nə olacaq? Bizim spikerlərin bir-birinə sualları ünvanlanacaq. Mən özüm də şəxsən həmin hissəni gözləyirəm. Adətən o müəyyən intriqalar orada olur. Seymur müəllim, deyirlər ki, hər bir şirkətin əsas kapitalı əməkdaşlardır. Bir HR olaraq bu prioritetlərdən danışmanızı xahiş edərdik.
İnsan kapitalı bayaq strategiyadan danışdıq. Strategiyanın uğurlu, uğursuz icrasında ən önəmli rol oynayan faktor insan kapitalı faktorudur. Məsələyə bəsit baxaq. Hər hansı bir məhsulu gətirmişik, bazara çıxartmışıq, satmaq istəyirik. Məhsul var, bütün strategiya hazırlanıb, plan hazırlanıb, amma bunu satacaq insan faktoru yoxdur. Nə qədər biz süni intellektdən, RPA-dən, robotlaşmadan danışsaq da, şirkətlərin bir yaxın 10 illikdəki uğur və uğursuzluğunda insan kapitalı əsas hərəkət verici rol oynadığına görə strategiyanın hazırlanmasında birinci nəzərə alınacaq faktor insan kapitalı faktorudur. Hətta burada işçi bağlılığı, işçi məmnuniyyəti faktoru da var. Bunun önəmi ilə bağlı kiçik bir-iki trendi demək istəyirəm. Şirkət alqı-satqıları proseslərində qərar verilən müəyyən datalar var. Şirkətin maliyyə göstəriciləri var, bazar payı göstəriciləri var. Son trendlərə baxsaq görəcəksiniz ki, şirkətin işçi bağlılıq faizləri belə şirkət alqı-satqılarında nəzərə alınacaq göstəricilərdəndir. Bu siz nə üçündür? Məsələn, şirkətdə maliyyə göstəriciləri mənfəətli, gözəl, satış hədəfləri vurulur, bazar payı artmaqda davam eləyir. Amma sənin işçi bağlılıq faizin 20%, 80% bağlılıqda problem varsa, bu deməkdir ki, sənin cari insan kapitalının 80%-i fiziki olaraq səndən də cismani olaraq, ruhən səndən deyil və hər an getmə ehtimalı var və sənin bu qazandığın bazar payı, mənfəətli gəlirlik hər saniyə risk altındadır. Və son Big Four trendlərinə də baxsaq, şirkətlərin daxili mühitin təhlilinə 70% ağırlıqlı insan kapitalının təhlilinə verilir. 20% maliyyə idarəetməsinə, 10% proses əsaslı idarəetmə təhlili. Çünki əksər maliyyə idarəetməsi, proses idarəetməsi standartlara dayanır. İnsan kapitalı idarəetməsi üçün fərqli çeşidli təcrübələr var və şirkətin dayanıqlığı oradan formalaşır deyə bütün güc demək olar ki, ən uğurlu strategiyanı yaz, ən prioritet, ən gözəl məhsulu gətir, ən müasir avadanlığı bazara gətir, amma bunu istifadə eləyəcək insan yoxdursa hamısı yetərsizdir. Əziz bizi izləyən dəyərli izləyici, birmənalı nəyi tövsiyə edirəm? Müxtəlif kateqoriyalara bölünür həmişə. Adətən bu tip layihələri izləyənlər ya bu gün mövcud artıq biznesi mərkəzinə dayanan insanlar var, ya da ki yeni başlayanlar var. Və mənim bir jurnalist olaraq müşahidə etdiyim nədir? Adətən gənc dostlarımız belə ağır çəkili mövzulara qulaq asmağa meyilli olmurlar. Əşi mənə hələ var, mən bunu bilməsəm də olar. Amma əgər inkişaf etmək istəyirsinizsə, birmənalı bu mərhələyə gəlib çatacaqsınız və siz də bax bu studiyada gördüyünüz dəyərli mütəxəssisləri hənə-mənə birlikdə tuta bilməzsiniz. Niyə? Çünki onlar böyük layihələri icra edirlər, idarə edirlər, nəzarət edirlər və madam ki belə bir fürsət var, diqqətlə dinləyin, izləyin və akademiyada da sualları birbaşa özlərinə ünvanlayarsınız. Kamal, mən buna bir əlavə edə bilərəmmi? Ya bu mövzuya deyil. Məncə küçük olanda da mikro, makro fərq eləmir, yəni küçük orta biznes olanda belə bu mövzuları indidən dinləmələrində fayda var. Yəni indidən tətbiq etmələrində fayda var. Evet. Çünki bu mövzu bir çox şirkət sahiblərinə bunu eşidə bilərsiniz. Mən 70 nəfəri idarə edə bilirdim, amma 300 nəfəri idarə edə bilmirəm. Evet. Yəni o 70 nəfəri idarə edərkən bu mexanizmaları bilsələr, aidiyyət demiş olduğu mövzu bu dəqiqə dünyada ən çox məqalə yazılan mövzuların başında gəlir, referans alanlar. Organization commitment məntiqindən yola çıx deyənə qədər. Amma bunun ölçü vahidi bu dəqiqə bizim şirkətlərdə böyüklər daxil bağlılıq mən 10%-dən çox görmürəm yəni. Təşəkkür edirəm Sakit. Üzrlü sayın müdaxilə etdiyiniz üçün. Yox, həmişə kimi siz o balansı qəşəng saxlayırsınız, ona görə təşəkkürlər. Sənan müəllimə sualımız var dostlar. Bu arada biz hazırda təşəkkürümüzü bildiririk. Sakit müəllim minnətdarıq enerjimizi daha da belə bərpa etdiyinə görə. Sualım Sənan müəllim olacaq. Sənan müəllim, biz marketinqə büdcə ayırıb hər hansı bir layihə və yaxud məhsulu səbirlə gözləməliyik ki, PR olsun, populyar olsun, satışının o payını sonda əldə eləyək, yoxsa biz büdcəyə hər gün pul gətirməliyik və bu tərzdə işləməliyik? Yəni burada önəmli nüans nədir? Önəmli nüans odur ki, büdcə tutarlı gələcək. Yəni birincisi bizim yatırım və investisiya eləməyimiz üçün bizim büdcəmizdə pulumuz olmalıdır. Və biz o pulu yatırım eləməliyik. Biznes necə dönür? Biznes yəni dönmə nöqtəsi satışdır. Yəni bəli, yekunda məqsədimiz mənfəətdir, amma mənfəətin olması üçün bizim uğurlu satışlarımız baş verməlidir. Biz uğurlu satışları edə bilməsək, bizimsə pul gəlməyəcək. O nə deməkdir ki, bizim damarımızda qanımız olmayacaq. Bu da şirkətdə stabilliyə gətirib çıxartmayacaq. Ona görə biz bu günü mütləq şəkildə düşünməliyik. Yəni satış prosesinin, satış fəaliyyətinin uğurlu fəaliyyəti bu gün üçün, sabah üçün və ayın axırı üçün, yəni qısa müddət üçün bizim üçün çox vacibdir. Amma digər tərəfdən gələcəkdə biz bu gün yaşadığımız sıxıntıları yaşamamaq üçün bizneslərdə bizim markalara ehtiyacımız var. Bizim markanın üstünlüyü nədən ibarətdir? Rəqabət mövqeyi qazandırır. Marka bahalı satmaq, karlı satmaq imkanı verir.
marka rəqiblərdən üstünlük yaradır və fərqləşdirir məhsulumuzu. Bu gün bizim o olmaya bilər, bizim güclü markalarımız olmaya bilər. Amma satış dönməlidir ki, biz gələn pulu neyək, biz markalarımızı yatıra bilək və gələcəkdə, bu gələcəyimiz 1 il də ola bilər, 2 il də ola bilər, 5 il də ola bilər. Bu müddət ərzində bizim markamız olsun və biz bu gün yaşadığımız problemləri deyirlər, yaşamayaq. Yəni burada nə nəticəyə gələ bilərik? Kommersiya fəaliyyətində bu gün dönməlidir, bu gün hədəflərinə çatmalıdır, bu gün reallaşma olmalıdır. Amma uzun müddətli hədəflərimizə, məqsədlərimizə xidmət eləməlidir. Yəni burada bir sual soruşa bilərəm sizə? Bəli. Yəni markalarımız olmalıdır. Mövcud bugünün satışını sağlamlaşdıraraq gələcək marka olma hədəfinə də yatırım eləməliyik bu gündən. Amma öncəliklə bugünümüzdür. Sabahımıza da bugündən qazandığımızla yatırım eləməliyik. Bugünümüzü silib sabahımıza yatırım eləməmiz xeyr. Yəni burada önəmli nüansı, mən önəmli nüansı bir dənə burada açıqlayım. Nədir önəmli nüans? Bugünkü şirkətlər nə edirlər? Bugünkü şirkətlər xüsusən satış tərəfində məsəl üçün də 1 milyon satış hədəfi var. Bu 1 milyonu satmalıyam. 1 milyonu satmaq üçün nə edir? Ərazi əlavə indirim verir. Düzdür? Və 1 milyonu satır. Şirkət müəyyən miqdarda pul qazanır. Amma bu 1 milyona satmaq üçün verdiyi indirim bazarda buna problemlər yaratmağa başlayır. Nə problemləri? Birinə indirim verin, o birisi də istəyir, o birisi də istəyir. Məsəl üçün, böyük müştərilərə 5% indirim verəcəm deyirsiniz də. Bu sizin qaydalarınızda bu yazılıdır, ticari şərtlərinizdə bu var. Sonra hədəfə çatmaq üçün biraz balaca şirkətə də 5% verirsiniz. Böyük şirkətlər hamısı gəlir deyir ki, ona 5% versənsə, bizə 10% verməlisən. Tamam mı? Və siz nə edirsiniz? Onlara 5 vermirsiniz, 10 verməsəniz də 7% verməyə, yəni indirim verməyə razı olursunuz. Bu da nədir? Sizin maliyyə stabilliyinizə təsir edirsiniz, mənfəətdən deyirsiniz. Mənfəətdə yediyinizdə də siz yatırım edə bilmirsiniz. Yəni nədir? Biz bu günü qurtardıq, amma gələcəyə investisiya eləmədik. Ona görə də önəmli nüans nədir? Sakit müəllim. Bizim gələcəkdəki hədəfimizlə bugünkü fəaliyyətimiz bir-birinə uyğun olmalıdır. Yəni biz gələcəyi qurban verərək bu gün heç bir addım atmamalıyıq. nə gələcəyə tələsməliyik, nə bugünə tələsməliyik. Bəli. Buyurun. Buyurun. Əlavə eləyə bilərəm ki, BCG-nin ABC analizi var, hansı ki bu Sənan bəyin dediyi yanaşmanı tam olaraq nəzəri cəhətdən belə izah edir ki, portfelə sistemli formada yanaşmaq lazımdır. Yəni portfeli analiz eləyib orada 4 yerə bölünür, amma qısa bölsək orada cash cow, yəni pul gətirən məhsullar var. Bir də starlar var, hansı ki sənin markandır. Yəni sənin bir kassavı dolduran məhsullar olmalıdır. Bir də ki sənin starların, yəni sənin gələcəyi bel bağladığın və brendi formalaşdıran məhsullar da var. Ona görə sən öz portfeli ya o formada formalaşdırmalısan, hamısını eyni gözlə baxmalı deyilsən. Yəni məhsul ya da xidmətdir. Məhsul və ya xidmət, bəli, onu nəzərdə tuturam. Və ya da o məhsullar yoxdursa əlavə etməlisən. Yəni sən buna bir şahmat fiqurlar kimi baxmalısan. Hər bir məhsulun, hər bir oradakı xidmət növünün hərəsinin bir məqsədi, fərqli məqsədi ola bilər. Yəni Şirkət də vaxtdan başlamalıdır məhsullar ya da xidmətləri əlavə etməyə. Yəni sən ilk deyək ki, başladıq, bir maliyyə yatırdıq, şirkətə başlayırıq. Elə ilk addımlardan sənin əlavələrin də olmalıdır, yoxsa bir etap hər hansı bir məhsulun ya da xidmətin üzərindən getməlisən, müəyyən təcrübə, müəyyən qədər özünə yer eləməlisən, sonra başlamalısan digər qollar açmağa. Əslində Sənan bəy bildirdi ki, bu büdcədən asılı məsələdir. Əgər sənin büdcəndə vəsait varsa, investisiya edə bilirsənsə, həminki mərhələyə daha sürətli keçə bilərsən. Amma mən düşünürəm ki, büdcəni daha strateji və anlıq qərarlar üçün də saxlayıb, başladığın andan artıq sən o pul gətirən məhsulları daxil edib, starlar üçün çalışa bilərsən. Yəni o büdcəni həmin anda xərcləməyib, daha strateji məqamlarda, strateji qərarlar üçün saxlaya bilərsən. Yəni düşünürəm ki, ilk məqamdan artıq ona başlamaq olar. Yəni önəmli nöqtə nədir? Bu büdcə dedik kimi, yəni resurs deyirəm mən bunun adına. Çünki sadəcə pul deyil, orada insan resursu da var, rəhbərliyin dərtmə resursları da var, digər resurslar da var. Resurs və fokusla əlaqəlidir. Sizin bir nəticəyə gəlməyiniz üçün bazarda, bir nəticəyə gəlməyiniz üçün siz ora resurs xərcləyirsiniz. Vaxt xərcləyirsiniz, resurs xərcləyirsiniz və nəticə etibarilə ora çatmağa çalışırsınız. Bir də fokusunuz verir təbii ki. Siz çox yayıldıqca sizin fokusunuz itir və resursunuz çatmır.
Və ona görə şirkətlər bayaq danışdığınız məsələyə qayıtmaq istəyirəm. Yəni strategiyanın əhəmiyyəti nədən ibarətdir? Siz yolu çəkirsiniz, gedəcəyiniz yolu və hər hansı mərhələdə nə əlavə edəcəyinizi o strategiyada görsənir. Ən önəmli nüans burada ibarətdir. Siz birinci gündən mal satmağa başlamalısınız. Birinci gündən satış eləməyə, birinci gündən satış. Amma düzgün məhsul satmalısınız. Onun, yəni ən uygunu nədir? Bazarda oturdandan sonra, stabillik yaranandan sonra digərləri də güc qatması üçün, yəni böyümək blok olaraq, böyümək sahəsi olaraq əlavə etməlisiniz. O şəkildə genişlənməlisiniz. Murad burada sual soruşmuşdu. Ona mən istəyirsən sən de, mən bir əlavə edəcəm. Onlar əlavə edeyim sonra. Sağlıqlı böyümə deyilən bir şey var ki, yəni biznes sağlıqlı böyüyə bilər. Əgər investisiyası yoxdur, yəni bugün böyük holdinglər sağlıqlı böyüyə bilər, çünki əllərində resurs var. Kiçik orta sahibkarın elə bir lüksü yoxdur. O nə tər gəldi, böyüyüb sonra təzədən səliqəyə düşə bilməz sizdə. Yəni orada biz Xaotik böyümədir. Yox, biz anlayışları eləyirik də, nədir? Əslində eyni şey danışırıq. Yəni də xaotik böyümə, böyümə, yəni mən xaotik böyüməyə inanmıram da. Yəni çünki sən Mən böyüməyə ümumiyyətlə inanıram. Yəni niyə olmur ki? Mən bir dənə Niyə üzr istəyirəm, olmur ki? hal-hazırda Maraqlıdır. tamaşaçılar görmür. Kadr arxası gələn səs Bax, niyə bizim olmur ki? Mən sərəncamda anlamıram. olan obrazımızdır. Sərəncamda olan bizim spikerimizdir. Siz onu heç vaxt görməyəcəksiniz. Mən siz deyin sonra mən əlavə edəcəm. Mən hirsləndim bu suala. Buyurun mən. yox sualı təşkil edəcəksiniz. Sualı məndən sual. Sadəcə tamaşaçılar kadr arxası gələn səsi görmür. Biz görürük. İzləyicilər görmür. Yəni o bir ömür sərəncamda olacaq deyə. Buyurun mən sən cavab Qəribə ver. gəlməsin izləyicilərə. Yəni bu mövzuda fokusu çəkib təkcə o kimi ilə danışan deməsinlər deyə bildirdik. Yəni Və burada çox maraqlı danışırsınız. Yəni həqiqətən. önəmli nüans nədir? Önəmli nüans ondan ibarətdir ki, mən sualı düzgün başa düşdümsə, biz planlaşdırırıq. Mən strategiyanı əlaqələndirməm bunu. Biz planlaşdırırıq və planlaşdırmada böyümə qoyuruq. Düz başa düşdüm. Yəni siz deyirsiniz ki, bu belə olmur da, düzdür? Planladığımız kimi olmur. Olmaya bilər, olmaya. Bu xaotik böyümə də olmur da. Çünki bizi nə edir? Son müştəri bizi nə edir? İğnələyir sözün desək də. Son müştəri bizdən tələb edir. Bizdən istəyir son müştəri. Bütün ticarət nə edir? Bütün ticarət onun istədiyini verdikcə böyüyür. Yəni biz buna xaotik deyirik, amma halbuki adamlar çox sadə bir şey deyirlər. Bir şey məhsul çıxardırlar, ya satışa qoyurlar, market açırlar və insanlar onu istədikcə ora fokuslanırlar. Buna görə də yəni korporativlə ticarət sahəsinin ən böyük fərqi ondan ibarətdir ki, ticarətdəkilər biz fikirləşirik ki, bu adamlar universitet qurtarmadılar, içində o cür söhbət edirik, ikinci sinifi bitirmişdi falan filan. Amma adamların ən önəmli şey nə idi? İnsanlara istədiklərini verdilər, ora resurs, vaxt ayırdılar, fokuslarını ayırdılar və nəticədə bu oldular. Önəmli məsələ bizim korporativə bu məsələni gətirsək, ya korporativ də eyni şəkildə işləyir. Sadəcə korporativdə biraz əlavə ağıl, əlavə mən prosedur deməyim, əlavə sistem gətirib və ya əlavə dəyərləndirmə edib çevikliyi itirir müştərinin ehtiyacını qarşılamaqda. Ona görə də biz plan oldusa deyirik ki, bu böyümədir, spontan olanda deyirik ki, bu təsadüfdür, elə bir şey yoxdur. Sonda müştəri razı salırsa, ora fokuslanırsa, pul xərcləyirsəsə, bəli, bu planlı böyümədir mən deyirəm. Məqsədli böyümədir. Əlavə bir də şey gəldi ağlıma. Gəl bir də reallığa da baxaq da. Azərbaycanda olan sahibkarlıq subyektlərindən iridən, kiçikdən ən iriyə qədər nə qədəri həqiqətən şirkət fəaliyyətinə başlayanda ki, sabahdan mən X məhsulun istehsalına başlayacağam, strategiya yazır və deyir ki, mən planlı şəkildə böyüyəcəm. Bir də reallıq, Azərbaycan bazarının reallığı var da. Siz ilave edin sonra siz Yox, o müəllim dediyi gözəl məqamdır. Çox gözəldir. Burada bir dənə mövzu var. Kurumsal şirkətlər fantaziyadadır. Ticarətdə olanlar isə reallıqdadır. Bəli. Kurumsal şirkətlərə biraz fantaziyanda reallıq lazımdır. Reallığın içindəki olan adamlara da biraz fantaziya lazımdır. Niyə bu lazımdır? Baxın, mən son bir həftədə sədərəkdən 2 firma, korporativ 2 firma, bir də mobilya sektorundan 2 firma bu həftə görüşmüşəm. Və çox ciddi böyüyüblər. Çox ciddi böyüyüblər və bundan da çox məmnundular, amma pul akışı problemli olduğu için deyə bilərsiniz. Bu sadəcə küçük orta biznesi. Küçük orta deyəndə hamı deyir küçük orta. Küçük orta üzr istəyirəm. Yəni bəzi ölkələrdə 500 milyon dövrəyə qədər gedir. 500 işçiyə qədər gedə bilər. Adamlar sadəcə durub
Baxma nöqtəsində problem yaşayırlar. Mən keçən əvvəl siz dediyiniz kimi adamların 40 min çeşid məhsulu var. 80% dövriyyəni 4 min çeşidlə eləyirlər. Amma onlar geri qalan məhsulu almağa davam edib digər datalara baxmadıkları zaman pulun alma və alma nöqtəsində planlama etmədik, reallığın içindədirlər, ona gün lazımdır. Etmədikləri zaman nəqd problemi yaşayırlar. O yüzden o insanlara sizin demiş olduğunuz planlama ticarette olanlar da, istihsalatta olanlar da. Çünkü istihsalatta olanlara stokta mal lazımdı, istihsalatta mal lazımdı, bir de pazarda mal lazımdı. Biri geciktiği zaman bunun işletme sermayesine ihtiyaç var. Bunun en iyisi büyük firmalarda da var. Şimdi bize göre büyük firmalarda, perakende dahil maddi problem yoktu. Bütün küçük orta biznes büyük firmaların ödenişine şikayet ediyor. Aynı problemler devam ediyor. Onlar kurumsaldı diye planladı mı? Değil. Bunlar kaotikti diye plansızdı mı? Bu da değil. Hatta burada ödeme terbiyesi yukarıdan ödeme terbiyesinden daha güçlüdür. Daha güçlüdür. Daha güçlüdür. Ve bu firmaların, küçük orta biznesin daha ağıllı büyümesi, büyük firmaların daha büyük problemlerle karşılaşması elzemdir. Elə de olacak. Elədir de zaten. Çünkü bunlar biraz daha ağıllı, biraz daha planlı. Deyirəm ya, fantaziyadan biraz alabilseler çok uğurludular. Benim bir sözüm var Sədərəkdə oturanlarla ilgili. Deyirəm, eyni adamlardılar. Eyni stolda otururlar. Çində zavodları var. Adam dəftər qələmlə hesabat edir hələ. Mədaxil, məxaric, güvən anlamında deyil. Jestləri təxmin edilməzdi. Biraz diqqət, 11 dənə, 12 dənə mağazası var. Təxmin edilməz performansı var. İnana bilmərsiniz. Bu adamın fantaziyası yoxdur. Bir dənə o eksikdir. Ama fantaziyada olanlar da, örnek verip, siz insan kapitalını daha yaxşı bilərsiniz. Kurumsal şirkette işleyen bir adam, bu holdingde işleyip, bunu alımsıyor ya. Gelir real biznesin içindeki orada bir yönetici olur. Hamını maile geçirmek istedir. Kardeş işlemir orada. Sen orada bir mekanizma kurmalısın. Ve deyir ki siz bakmışsınız, başlayır 4 bin manatlık, 5 bin manatlık, 6 bin manatlık adam almağa. Xərci şişirilir. Ondan sonra Albertçi deyir ki, kardeş sen bana yar değilsen, ben de sana yar değilim. Dur buradan çık git. Ne oldu? Fantaziya reallıkla yüzde gelmez. O yüzden ağıllı böyüme, kaotik böyüdüğün zaman kaotikte batacaksın. Bu net. Ama o məhsulları, ben bir tane örnek deyim. 2 ay, 1 ayda görüşürük. Adam sadece 1 ay 2 noktada xərci azalttı. Xərci azalttığı zaman gelirini artırmış oldu. Ama artırdığı gelirden gelecekte brand edeceği məhsulun təminini şimdiden başladı. En az 15% gelirinden ayırmalıdır geleceğe yatırım için. Bu benim bakış açımdır. Real biznesdə budur. Korporativdə siz deyin, orada daha böyük. Bir də proseslərdən bu ideal proses nədir? Necə olmalıdır? Ümumiyyətlə olmalıdırmı? Çünki biz o fantaziya və reallıq məsələsinə baxanda burada görürük ki, bir arzu olunan ideal sistem var. Yazmışıq vərəq üzərində. Hamımız bu yolu gedirik. Amma bir də ki, o reallığa gələndə görürük ki, heç də uğurlu olmur. Bu ümumiyyətlə ideal prosesə gəlir yoxsa yox? Belə deyək də, əslində ideal prosesə daxil olmamışdan qabaq ideal sözünə daxil olaraq. İdeal sözü hər zaman müzakirə olunur ki, ideal anlayış yoxdur. İdeal nə deməkdir? Ən yüksək nöqtə, tələblərə, ehtiyaclara ən maksimum cavab verən məhsul, xidmət, hər hansı bir nüans. O tələblər, ehtiyaclar da sürətli dəyişdiyi üçün ideal anlayışı dünən varsa 2 saniyədən sonra yox olacaq. Ona görə ideal proses anlayışı yoxdur, amma daimi inkişaf edən proses anlayışı var. Daimi inkişaf edən və gözlənilən ən optimal proses odur ki, nə itkiləri var, nə də artıq resursu var. Yəni, onun hər bir nüansı, hər bir addımı nə zərər verməməlidir, nə də ki, dəyər qatmaqdan daha artıq bir resurs tələb etməməlidir. Yəni, orada proseslərdə anlayış əsas optimalizmdir. Yəni, ehtiyacdan nə artıq, nə az ora resurs ayrılmalıdır. Bütün addımlar dəyər yaratmalıdır. Və proseslərin qurulması, proses əsaslı idarə etmə, bu da canlı varlıqdır. Onu qurmaq çox sadədir. Amma onu daim işlək vəziyyətdə saxlamaq, o anlayışı bütün şirkətə yaymaq, bu daim üzərində əmək tələb, bir də peşəkarlıq tələb edir, bir də yüksək formada emosional idarə etmə tələb edir. Çünki proseslər bir dəyişkənlikdir. Dəyişkənlik də ki, hər zaman komanda və insanlar tərəfindən rahatlıqla qəbul olunmur. Onların mərhələlərini anlamalısan, onların müqavimətlərini başa düşməlisən, idarə eləməlisən. Hər zaman
o prosesləri eyni nizamda, eyni hizada stratejiya uyğun vəziyyətdə saxlayıb insanları da o proseslərə uyğunlaşdırmalısan. Yəni belə deyək ki, insan resurslarını. Sədərəkdə ideal proses yoxdur kəlməsini qəti qəbul eləmirəm ha. Niyə qəbul eləmirəm? Üzürlü say müəllim. Struktur vücud kimidir. Və bu proseslər bir-birinə uyğun olmadığı müddətcə onların ziddiyyətli, qarşılıqlı problemi yaşamama ehtimalı yoxdur. Onlar çökər yəni. Misal üçün, vacib olan deyək ki, insan kapitalı, onda prosesləri tətbiq etməmiş ola bilər. Amma satış proseslərini, marketing prosesini inanılmaz bacarıqla əldə edir. O adamların müştəri ilə maraqlanması, mövcud müştəri ilə diyaloğu, itirilmiş müştərinin geri qazanılması, mən şəxsən bu həftə şok oldum. Şok. Bax biz deyilik, bax inana bilməm, adam buna ruh halına gətirib adam. Yəni biz korporativ şirkətlərdə mövcud müştəri analizi CRM anlayışını deyirik. Bu bilinir. Mövcud müştəri analizi ilə potansiyeli çıxart, bir daha get. Adam bir dənə alıbsa 5 dənə alıb. Nəysə də belə sadə formada. Adamlar stok mövzusunu tam sabit oturdurublar. Ambara mədaxili. 100%. Yəni bu mal ambara girməlidir. Hətta bir çox korporativ firmalarda ambara mədaxili mühasibəci girir. Yəni ambarlarla əlaqəsi yoxdur. Proseslərdən danışıram. Yəni maddi məsuliyyətli şəxs mədaxil eləmir mövzuya. Bu adamların ən gözəl bacardığı şey 90-cı illərdə bilgiyə ehtiyac yoxdur, riskə çox ehtiyac var idi. Bilgi az. İndi bilgiyə çox ehtiyac var, risk az olmalıdır. İndi onlar bilgilərini tamamlamaya çalışır. Amma satış prosesini, müştərilə ilgilənmə prosesini, ziyarət prosesini, adamın toyuna, adamın rəhmətli olanına yanaşma şəkili heç bir korporativ firmada yoxdur. Mən adamı alqışladım, dedim, sən bunun bizə təlimini ver. Ən ucqar kənddəki adamın toyuna gedib, pulunu yatırıb, gelib, o çalışan bağlılıqla bərabər, eyni zamanda müştəri bağlılığı var da, çox sağlam bağlayıblar yəni. Yəni o sədərək, yəni uğur prosessiz mümkün deyil, bunu belə bilək. Amma hansı proseslər? Abi, bu adam onu yaşayıb, bundan pul qazanıb, sıfırdan gəlib və böyüyür və həyatında minmədiyi maşına minib, atasından maşın alıb, evini dəyişdirib, bütün nəsli idarə edir və bu adam bazarı görür və alışıb o işə yəni. Və bir çox çeşidləndirməyi bacarmadıqlarını, mən bilirəm bir dənə firma, bir adı var, amma bazarda 10 adda firması var və 10 adda mağazası var. Belə əlavə edə bilərəm. Üzürlü sayın mən, yəni o ideal proses deyilsiniz. Mənim fikrimcə, hər hansı bir strukturda səhv proses varsa uğurlu olma ehtimalı yoxdur. Amma bu adamlar əsas prosesləri sağlam ediblər. Yəni. Mal itirməyiblər və satışı həyata keçirdiblər. Əslində sədərəkdə proses varmı sualına belə cavab verə bilərik. Var, yemin edə bilərik, amma kanıtlaya bilmərik də. Yəni o beyinlərində var, o anın alışqanlıqlarında var. Çünki biznes aparan adam biznesin sahibi olduğu üçün onun beynində bir strategiya da var. Yəni heç bir şeyi kağıza tökmür. Çünki bütün həyat onun beynindədir. O hər bir addımının da beynindəki strategiyaya uyğunlaşdırır. Amma korporativ böyük şirkətlər strategiya bir vərəqdədir, minlərlə işçi var. Hər kəsi o hizada saxlamaq. Eyni fikrə gəlməlidirlər, eyni fikri düşün. Eyni hizada saxlamaq üçün onu bir sistemə salmalısan. Yəni sənə bir də sektördə mal almaq istəyir, biri inşaat sektöründə biznes plan hazırlayır bizə. Pulu da var, 10-15 milyon mal alacaq. Biznes plan hazırladıq, məhsulları çıxartdıq, marjı qoyduq falan. Bu sektöre girəcək. İndi Çindən gedib adam tapmalıdır, onu eləməlidir. Pulu var, sərməsi var, amma girməsi lazım. Sədərəkdəki adam bir telefonla o qədər rəqəmdə malı aldı abi. Bir telefonla. Sual. Düşünün ki, yəni bu adamın 15 milyona ehtiyac var üzr istəyirəm. Bu adamın 15 milyonluq etimadı təmin edib, yəni bu sədərəkçədə adam. Bir müştərini həll edib, bir də tədariyi həll edib. Təxmin edilməz başarısı var. Üzürlü sayın, mən bu. Konseptimiz biznes idarəetmə olduğuna görə oradan sual vermək istəyirəm. Bu sahibkarlar hamısı pul kazanırlar, kazanacaqlar da. Amma bir Veysaloğlu, bir Aurora, bir holding olacaqlarmı bu yanaşmayla? məsələ Yəni işçiyə ev almaqla bir holding idarə edənlər. Mənə görə holdingdilər. Bax, mən sizə səmimi bir şey deyim mi? Bax, sizə çox qəribə gələ bilər. Holdingdilər. Hal-hazırda prosesləri avtomatlaşdırırlar və qurmuş olduğu sistemin ödəmə daxil, sən o saymış olduğun firmalarda yoxdur. Mən iddia edirəm, mən görmüşəm. İndi bir çox proqram təminat təmin edirlər. Proqram təminat da sistem demək deyil.
Və mənə görə holdinglər 200 dənə işçi var, kiçik orta biznes üçün ayrı 2 dənə sektoru var və bu adamın nə maaşında gecikmə var, nə tədarük ödəməsində gecikmə var, nə də hər hansı bir performansda ödülləndirmədə komandasıyla kapital bağlılığında problem var. Ən çox bağlılıq olan yerlərin biri oradadır yəni. Yəni çalışan aidiyyəti anlamında. Hə, holding qismında daha da fərqli ola bilər, buyurun. Hər bir şirkəti mən iş akışı deyirəm, proses. İş akışı qəşəng sözdür deyə aydınlaşdırır. Proses və iş akışıdır. Hər bir strukturun, hər bir şirkətin, sahibkarın öz şirkətində bir iş akışı var. Bəli. Nə qədər düzdür, nə qədər səhvdir, effektivdir, effektsizdir, bunlar ayrı məsələ. Yazılıdır, yazılı deyil, bunlar ayrı məsələ qoyuram burada. Və bu iş akışının önəmli olan nədir? Fərqliləşə bilir. İdeal iş akışı anlayışı, ideal proses anlayışı ona görə yoxdur ki, çünki özəldir, uyğunlaşdırılmışdır. Özəl deməyim, uyğunlaşdırılmışdır. Dünyada ana xəttləri biz indi nədir? Kitablardan oxuduğumuz, öyrəndiyimiz, benchmark aldığımız adətən böyük şirkətlərdir deyə. Böyük şirkətlərdir deyə. Biz onları hər iki yerə tətbiq eləməyə çalışırıq və ya şirkətlər tətbiq eləməyə çalışır. Amma elə deyil. Hər bir şirkətin öz korporativ mədəniyyəti, şirkət mədəniyyəti, orada nə daxildir? İşçilər daxildir, dəyərlər daxildir. Ona görə iş akışı fərqləşir. Hər bir şirkətin önəmli olan məsələ nədir? Böyümə, yəni zolağındakı yeri belə iş akışına təsir edir. Bayaq biz danışdıq, məsələyə girdik, məsələyə. Yəni şirkət qurulandakı iş akışları tamam fərqlidir. Şirkət böyüyəndəki iş akışları tamam fərqlidir. Şirkət mən korporativ deyirəm. Korporativləşmə dönəmi şeydir. Bir də şirkət ideal nöqtəsindədir. Yəni böyüyübdür, korporativləşibdir. Maturity dönəmi. Maturity deyirik bunun adına. Olğu, yetkinlik səviyyə. Yetkinlik dönəmi ayrıdır. Yəni burada önəmli nədir? Qurulanda sənə hər bir resurs vardır. Hər bir insan çox iş görür. Yəni aqressiv insan var, vaxt yoxdur, hamı canını qoyur, emosiya lazımdır, liderlikdə emosional liderlik çoxdur, hədəf inanma, vizyon danışdığı, vizyon göstərməyə çox bazen biz bura gedirik, çalışın, hamı çalışır, bir şeyə inanır. Bu qurulma dönəmində çox əhəmiyyətlidir. Ondan sonra böyümə, sürətli böyümə dönəmləri gəlir adətən şirkətlərdə. Bu böyümə artışlar gəlir, hər şey oturduğu satışlar gedir. Şu sistem, yəni sən ora vaxt sərf eləmirsən də, artıq hər şey başlayır, oranın satışları fərqlidir. Sən o böyüməni saxlamalısan, orada itirməməlisən. Orada böyük hədəflər və yəni marka bu günə qurban verməməlisən. Gələcəyə yatırımlar var. Oyunçular, işçilər soruşursunuz, yoxsa oyunçular, işçilər. İşçilər dəyişmə ehtiyacı ola bilər. Adətən necə olur? Bu böyüdüyünə görə artır getdiyinə görə hər şeydə əlavələr olmalıdır əslində. Mən yəni qurduğun adamı işdən çıxartıb burada deyə bilmərik də. Çünki şirkət böyüyür. 10 nəfərlə başlamışdı, 50 nəfərdir, sonra 100 nəfərdir, sonra 200 nəfərdir, sonra 1000 nəfərə qalxır. İndi bayaqçı кейsdə gətirəcəm. Sualım ibarətdir ki, böyük Azərbaycandakı filan böyük şirkətlər kimi niyə olmurlar? Çünki bu mərhələni düzgün idarə etməlidir. Bu mərhələdə ən önəmli nöqtəsi Orxan müəllimin də xüsusən də çox əmək verdiyi sahədir. Şirkətlərin korporativ sistemləşmə dönəmi var. Sistemləşmə dönəmi var. Sən böyüyəndən sonra sistemi uyğunlaşdırmalısan. Ona görə yəni onu biznes istəyir. Sahibkar çatdırmır. Ehtiyac var ona. Sahibkar çatdırmır. Xaotik bir dönəm başlayır. İnsanlar qarışır, münaqişələr başlayır. Çünki şirkət sürətlə böyüyəndə hamı mutlu olur. Nə vaxt ki, qarışıqlıq olur, yük çoxalır, onda artıq problem göstərməyə başlayır və şirkətlər inir, korporativləşməyə keçir, sistemləşməyə keçir, prosedurlar yazır, münasibət. Çünki liderlər və ya rəhbərlər çatdırmırlar idarə etməyə. Ona görə o çatdırmadığına görə, yəni sədrəyətdəki bir yoldaşım, yəni sədrəyət deməyək də, yəni bir mağazinim var mənim və mağazinimdə 3 dənə işçim var. Mən onun prosesini idarə edirəm, nəzarətini də edirəm, auditini də edirəm, hamısını edirəm. Amma mən onu 10 eləyəndən sonra, tamam mı? Ona da bir şəkildə baxarım. Amma onu 100 eləyəndən sonra mən ona baxa bilmərəm. Və mənə sistemlər lazımdır, yerində nəzarət lazımdır, hər kəsin məsuliyyət bölgüsü lazımdır. Bunların hamısı ondan sonra mənə sistem lazımdır. Ona görə sistem insanlar lazımdır. Bir də sualım var, maraqlı bir şeydir. Üzülü sayın. Sonra bir də ona bağlı fikir bildirəcəm. Azərbaycanda şirkətlərdə çox dırnaqarası baxılan bir mövzu var.
Amma hiss eləmirlər ki, həmin mövzu şirkətləri görünməyən bir əl kimi idarə eləyir və kağız üstündə qalır əksərən və kreditləşmələrdə falan yada düşür ki, gəlin bir də buna baxaq, söhbət strukturdan gedir. Niyə şirkətlər struktura görə sabitliyə gəlib çıxa bilmir və mən strukturu nə ilə assosiasiya edirəm həmişə? İnsanın bir kemik yapısı var da, skeleti var, düzdürmü? İraq olsun, insan skeletində əyriliklər olanda qan dövranı pozulur. Qan dövranı pozulduqda da artıq orqanlar xəstələnməyə başlayır. Mən həmişə strukturu şirkətin skeletinə bənzədirəm ki, və proseslər də, iş akışı da şirkətin qan dövranıdır. Yəni sən artıq strukturu yanlış qurdunsa, proseslər pozulmağa başlayır. Siz prosesdən öncə strukturu bir müzakirə edin. Bəli. Ona görə gətirdim mövzunu ora. Çünki şirkətlərin bu dəqiqə 90% birinci problemi budur. Mövzunu ona görə gətirdim ora ki, sən strukturu yanlış qurmusansa, ən mükəmməl prosesi yaz, sən bürokratiyanla, darboğazla, problemlə üzləşəcəksən. Və mənə maraqlıdır ki, bu struktur problemi Azərbaycanda ən böyük holdinqlərdən kiçik orta sahibkarlara qədər hamısında var. Hamısında var. Və burada sabitliyə necə gəlinməsi lazımdır? Məsələn, anlıq struktur dəyişiklikləri görürəm, aylıq struktur dəyişiklikləri görürəm. Bu yanaşmanıza görə mənə maraqlıdır. Mən HR nöqteyi nəzərdən öz mövqeyimi bildirəcəm, okeydir. Amma mənə biznes mövqeyi nəzərdən maraqlıdır ki, bu struktur niyə stabilləşə bilmir? Siz deyin, sonra mən deyəcəm. Mən düşünürəm ki, ümumiyyətlə belə deyək də, bir biznesə daxil olmamışdan qabaq, az öncə Sakit bəy də bildirdi ki, əsas proseslər fokuslanmaq lazımdır. Birinci demək lazımdır, mən pul qazanacağam. Və ya nə qazanacağam? Perspektivləri, maliyyə perspektivləri müəyyən eləməlisən. Sonra deməlisən ki, mən bu maliyyə perspektivlərinə, bu pulu hansı proseslərlə qazanacağam? Mənə əsas vacib olan proseslər nələrdir? Məndə istehsalat olmalıdır, mütləq olmalıdır. Satış olmalıdır, mütləq olmalıdır. Marketinq, ola bilsin ki, bugün ehtiyacım yoxdur. HR olmalıdır, maliyyə. Əsas sən prosesləri qurduqdan sonra, istiqamətləri müəyyən elədikdən sonra, orada hansı proses detalları olacaq, onları müəyyən eləməlisən. Artıq sənin proses xətlərin, strukturun, belə deyək, funksiyalarını müəyyən edir. Oradakı proseslərdəki genişlik, mürəkkəblik və resurs tələbi də həmin strukturdakı işçi sayını müəyyən edir. Əslində, ilkin proses sistemini düşünürəm ki, müəyyən olunsa, ən azından belə deyək də, müəyyən dövr üçün formalaşdırıla bilsə, onun əsasında strukturu qurulanda daha sağlam şəkildə olur. Yox, strukturu qurub, daha sonra prosesləri ona uyğunlaşdıranda, artıq sən oradakı şəxslərdən və funksiyalardan asılı vəziyyətə gəlirsən. Çünki onlar məcbur bütün prosesləri özlərinə uyğun vəziyyətə salırlar və başlayırlar artıq hər kəs öz qalasında, öz xəttində inkişaf eləməyə. Ona görə birinci məncə düşünürəm ki, proses sistemi qurulub, strukturun ona uyğunlaşması daha faydalı olur. Burada icazə verin, razılaşmayayım sizinlə. Mən burada razılaşmam. Gördüm, söhbət çox saç. Yox. Saçlaşma etməli. Mən şirkətin ümumi olaraq huzuru və rahatlığı struktura bağlıdır. Bəli. Bax, biz ağzımız danışır da, düzdürmü? Qulağımız danışa bilərmi? Danışmır da. Ayağımız yerir də, qolumuz da yerimir ki. Mənə görə vücudda hər fəaliyyətin nihayətində bir orqan həyata keçirilir. Digər orqanlar dəstəkləyə bilər. Strukturda da satış bir əldə kontrol olmalıdır. Satlanma, logistika bir əldə kontrol olmalıdır, depo və digər. Maliyyə, mühasibə, istehsalat və s. Niyə bunu deyirəm? Çünki pul girişi, əgər otokontrol və kontrol sistemini qura bilirsənsə, prosesləri onun altında sığdıra bilirsənsə, sən digər strukturla bunu kontrol edə bilərsən. Necə eləyə bilərsən? Mənim ağzımdan səs çıxması üçün burada bir çox telin və bir çox mexanizmanın ağzıca buna dəstəkləməsi lazım. Strukturda da bu belədir. Yəni, satış məni aldada bilər mexanizması yoxdur. Sifarişlər etibarən depodan çıxanla mən onu kontrol edə bilərəm. O yüzden strukturu, yəni sən ağızda danışılan işi qulağına get, sən danış dediğin zaman olmur. Bu da Azərbaycan şirkətində durum budur. Bəli, ona görə satış marketingçi satın alma prosesini həyata keçirdir. Olmaz. Mühasibə maliyyəci depo prosesini həyata keçirdir. Bu da olmaz. Hər kəs öz şapkasını təmsil edir. Məsələ bundadır ki, strukturda vahidiyyət mümkündürsə, çünki dində də bunun yeri var. Bədəndə də bunun yeri var. Yəni sən, qardaş, mən nəfəs alıram burnumla, ağzımla. Əsas budur da, düzdürmü? Amma mənim digər tərəflərimdən nəfəsə dəstək olan qısımlar var. Yox deyil. Digər proseslər dəstəkləyə bilir. Amma mexanizma ondan iləri gəlir ki, satış marketingin vəzifəsini sən satın almaya verə bilmərsən.
Satlanmanın vəzifəsini sən maliyyə mühasibəyə verə bilmərsən. Niyə bu var? Azərbaycan şirkətlərində istehsalatda depo var, maliyyə depo mədaxil eləyir, satış bəzən hazır depo idarə eləyir. Bu qismına baxdığın zaman strukturdakı problemlər ümumi idarəetmə probleminə yaşayır. Hə, proseslər necə şəkillənə bilər? Satış və marketinq, bəkləntilərim. Marketinq ayrı yazanları var satışa. Satlanma, logistika, bəkləntilərim, depo. Bundan sonra prosesləri bunun altına sığdıra biləriz. Amma bunların məçləri, bunların bir-birlə ilintiləri, iş axışında kəsişmə nöqtələri, bu təmin edilə bilir, ortaq qərarla çözülə bilər. O yüzden koordinasiya var, o yüzden ortaq qərar var, o yüzden şirkətlərdə ortaq ağıl var, hafıza var. Mənim fikrimcə struktur birinci şəkillənməlidir, proseslər onun altına qoyulmalıdır. Bir də əlavə. İki, siz əlavə edin, iki, vücud nədirsə, şirkətdə struktur edilir. Heç bir fərqi yoxdur. Və bir də əlavə. Bu mənim fikrim. Ona görə icazə verir. İndi maliyyəci olsaydı onunla çox daha sizə. Ona görə razılaşın. Bir də şirkətin ən böyük sabit xərclərindən biri işçilik xərcləridir. Struktur yanlış qurulduqda işçilik xərclərinin düzgün idarə olunmasını həyata keçirmək mümkün deyil. Strukturda bəlirlikdə harda nə qədər işçi çalışmalıdır? Bəli, 100%. Ona görə o bayaq sizin dediğiniz fonksiyonallıqlar var. Hansı funksiyada özünə aid olmayan işi görür, hansı funksiyada işçi sayı çoxdur, harda azdır, bütün bu struktur yapısında görsənir. Və struktur yapısına görə, mənə görə, eyni həmişə mən ona görə şirkət də canlı orqanizmdir, insan da canlı orqanizmdir. Ona görə həmişə sümüyü ilə müqayisə edirəm ki, bu şəkildə stabilləşməyə getməyimiz lazım. Amma təəssüf olsun ki, şirkətlərin əksəriyyətində mən 3 aydan bir, 2 aydan bir dəyişən xüsusən də satış marketinq strukturları görürəm. Yəni bir şirkətin satış marketinq strukturu 2-3 aydan bir dəyişsə, sorry də, yəni o şirkəti mənə görə bağla, yəni sənin şirkətin əsas core biznesin strukturunu 2-3 aydan bir dəyişir. Razıyam. Bayaq da qəşəng fikirdiniz orada. Strategiyalar uzun müddətli yox, qısa müddətli olmadı, xüsusən inkişaf etməkdə olan ölkələrdə. Çünki Azərbaycanda strategiya bura gedir, şirkət bura gedir. Reallıqdır. Amma eynən də struktur yapısında da baxırsan ki, sənətdə struktur başqadır. Şirkətin reallığı bax, tətbiq başqadır. Deyir o sənəd üstündədir də, banklara kreditləşmək üçün verir. Məsəl üçün xəzinədara maliyyə hesabatlarını hazırlamağını veriblər və yaxud da nə bilim satış elemanına ambardan hansısa bir operator işini ötürüblər ki, bu işi həyata keçirsin. Ona görə mənə görə icazə mən bir şirkətə getdim, üzr istəyirəm. Səndən də üzr istəyirəm. Buna canlı şahidəm deyə. Biz şirkətləri davamlı sistemlə audit edirik, sistem audit edirik. Bizdə sistemdə bilirsiniz də bir məlumatlar var, bir sənədlər var, bir də hesabatlar var. Məlumatların təkrarlanması var da, qələm, qılımı falan filan. Bunu maliyyəci girir. Standart, yəni eynilenmiş məlumatlar yoxdur. Bir də sənədlər var. Sənədlərin imtiyazlarında silinmə, ileri yazma, geri yazma. Bunları imtiyazını dayandırmaq lazımdır da. Küçük orta biznesdə, böyük daxil. Ambara mədaxili mühasəbəci eləyir. Bax, WhatsApp-dan atır ambardar, mühasəbəci mədaxil eləyir. var, razı. Ambara məxarici mühasəbəci eləyir. Kassa girişini, kassa çıxışını mühasəbəci eləyir. Mal satışını çıxışı var ya çıxış, bu xam mal alışıdır. Mühasəbəci eləyir, deyəndə mühasəbə edir. Sən bu istiqamətdə maddi məsuliyyətli şəxs tapa bilmə ehtimalın yoxdur. Proses ambardar kimi görünür, amma tətbiq mühasəbəci görünür. Və mən bir layihədə 300 minlik məhsul digər layihəyə yazılıb inşaat sektorunda. Layihəci buradadır, mühasəbəci buradadır. Soruşuram, niyə bu səhv yazılıb? Mühasəbənin cavabı, mənə belə verdilər. Layihəci bir sənə deyir, mən sənə belə verməmişəm. Gəl bunu istifat edə. Giri WhatsApp-a, axtar, tap ki, bu adam bunu verib, yoxsa verməyib. O yüzden strukturda, bədəndə hər vücudumuzun orqanımızın bir maddi məsuliyyəti var da, düzdürmü? Strukturda da maddi məsuliyyətli şəxs öz prosesini həyata keçirməlidir. Keçirmədiyi müddətcə kaos oluşur və itkilər olur. Üzürlü say müəllim, biz bu fikirdə razıyıq. Nəysə burada deyəsən mücadilələr gəlir. Bizə qarşı rəqabət var. Sakit mənim fikrinə əlavə edeyim. Belə deyək də, əslində qeyd etdiyiniz nüans proses idarə etməsi ilə bağlı bir nüans deyil. Orada proseslər yanlış qurulduğu üçün olmalıdır. Seymur bəyin dediyini amma nümunə olaraq desək, yəni sadə bir dillə izah eləsək, biz strukturu saatın çarxları kimi düşünsək, bunun işləyişini də yekunda əqrəbi, yəni mənfəəti gətirən, saatın əqrəbini formalaşdıranda o saatın çarxların bir-birindən əlaqəsi və hərəkəti kimi düşünsə, sən birinci düşün, hələ saatın işləyişini, əqrəbin necə işləyəcəyini təxmin eləmirsənsə, o çarxların bir-birindən işləyiş şəklini təxmin eləmirsən və çarxları saatın arxasında mexanizmə sabitləyirsən. Sabitləyəndən sonra deyirsən işləyin. Sonra görürsən ki, yox, böyük çarx kiçik çarxa biraz yaxın olmalıdır, amma uzaqdır. Amma neynəmsən? Sabitləmirsən. Təzədən dəyişdirirsən. Seymur bəyin dediyi də o nüansdır. Nəyə görə strukturlar tez-tez dəyişilir?
Çünki əsas proseslərə düşünülərək, onlara uyğunlaşdırılaraq formalaşdırılmayıb. Yəni, əslində mən proses haqqında ilk öncə gözlədim ki, yoldaşlar kənar dildən eşidilsin, belə deyək də, digər peşəkarlar tərəfindən, digər fərqli baxışlardan eşidilsin və hər kəs də gözəl şəkildə izah elədi. Məsələ sədərəkdə və ya digər qurumlarda, korporativ şirkətlərdə bir neçə funksiyanı bir insanın eləməsi önəmli və ya önəmsiz deyil. Məsələ orada odur ki, həmin şəxs bir neçə şapka daşıdığının fərqinə varmalıdır. Bu iş edirəm maliyyə şapkasından, bu iş edirəm mən... Eyni adam. Eyni adam. Nümunə üçün deyirəm. Yox, mən növbəti mərhələyə keçirəm. Amma növbəti etapa gəlirik. Hə, onun daşıdığı şapkalar bir-birinə ziddirsə, onlar mütləq şəkildə ayrılmalıdır. Yəni, əgər onun iki daşıdığı şapka burada maraqların toqquşmasını daşıyırsa, o demək ki, o şapkanı fərqli bir adama verməlidir. Yox, daşıdığı şapkalar bir-birinə yaxındır, maraq toqquşması yox, əksinə sinerji yaradırsa, o iki şapkanı daşıya bilər, o formada formalaşdıra bilər. Yəni mən fikrimi həmişə geniş götürürəm deyə də və əlaqəni tapmağı yox, təhlil etməyə daha çox üstünlük verirəm ki, əgər bir seçim qoyulursa, bizim hansını seçməyimiz məsələsi deyil. Yəni hər bir anlayışı, məsəl üçün proses tərəfidir, əməliyyatlar tərəfidir, prosesin parçaları tərəfidir, necə formalaşır və struktur necə formalaşır. Yəni mən ona baxıram, indi bir çox şirkətlərdə çalışdığıma görə bunlar həm bir-birindən əlaqəlidir, həm də bir-birindən əlaqəsizdir. Yəni, çünki biri o birisində rol oynayır. Struktur prosesin parçalarıdır. Siz daha belə düzgün deyirsiniz də. Çünki proses yazılır, hər bir strukturun üzərinə bir öhdəlik atır. Bəli, öhdəlik atır və struktur dəyişində prosesdə o yerlər dəyişə bilər, dəyişə bilər. Və ya proses dəyişəndə ümumiyyətlə struktur dəyişə bilər. Yəni bunlar bir-birindən qarşılıqlı əlaqəli bir çalışmadır və önəmli olan, siz məndən daha yaxşı bilirsiniz, strateji qoyduq, hədəflər qoyduq, vizyonumuzu qoyduq, missiyamızı qoyduq, hamısını qoyduq. Bizim bu hədəflərə çatmağımız üçün, yəni əsas olaraq fəaliyyət sahəmiz və iş yükümüz çıxır. Yəni bunu nəzərə alaraq əslində strukturun üzərində duracağımız şey odur ki, hədəflərdir, işlərdir. Bunlara kimlər çatacaq və bunu necə qruplaşdırıram şirkət deyir. Onun üçün satış komandası yaradıram, onun üçün marketinq, onun üçün R&D komandası yaradıram və proses tərəfindən də mənim bu işi görmək üçün tamam bunları qurduq da mənim bir prosesim var axı kimdənsə sonra bir iş görməlidir. Kimdənsə kiməsə bir hesabat atmalıdır. Bunlar hamısı nədir? Mənim prosesimi təzminləyir. Onda da böyük bir əməliyyatlara dönürlər. Ya bunlar çox əlaqəlidir. Mən başa düşürəm bu tez yaranmalı, o yumurta və şey məsələsidir, toyuq məsələsidir. Mənə görə çox paralel şəkildə getməlidir. Amma bu günün reallığı nədir? Biz prosesləri, mən bayaq dediyim kimi, prosesləri kiçik şirkətlər yazmadığına görə bu onların prosesi yoxdur demək deyil. Onlar strukturları olur, bəzən struktur da olmur, amma yəni strukturlar olur, proses olur və ya proses olur, struktur olmur. Amma bu ikisi paralel həmişə gedir. Bu ikisi həmişə var. Biz əgər bir şirkətimiz varsa, ki bədən olaraq dediniz də, yəni beyindən siqnal arası gedir. Şirkətdə də eyni şəkildə rəhbərdən siqnal ambara və mühasibə bir şəkildə gəlir çatır. Bir akışla gəlir çatır. Yəni iş akışı ilə gəlib çatır da. Önəmli olan nədir? O sürətli getsin, tamam mı? Tam getsin və o geri bildirimi tənzimlənsin. Bu hamısı şeydir, adı nədir? Prosesdir. Bu prosesdə biz strukturda yaranan ən önəmli problem kommunikasiyanın çoxluğu, həddindən çox da duplikasyon olmasıdır. Double worklar çox. Yəni bu dəqiqə həddindən çox kommunikasiyanın çoxluğu bizə nə deməkdir? Birinə məlumatın getməsi üçün ara kommunikasiyalar o kadar WhatsApp'tan yaz, onu diye zəng elə, geri dönüş eləsin, o falan filan. O yüzden proseslerin sadəliyi, vücut sistemi kimi sadəliyi, məlumat akışını sürətləndirir və məlumatı da şəffaflaşdırır. Kommunikasiyanın genişliyi, çoxluğu, eksikliyi və duplikasyonlar məlumatı kirlədir və qərarı gecikdirir. Məsələ nədir? Mən özümü həmişə efirdə də belədir, iş adamlarından danışanda mən özümü həmişə mikro, kiçik sahibkarın yerinə qoymaq sevirəm. O mərhələ-mərhələ inkişafda olan adamların, elə bil ki, daha çox onların tərəfindəyəm.
Əminəm ki, mən özüm burada sizə qulaq asıram. Belə qəşəng bir motivasiya gəldi məndə. Və Çox mənim qaza gəlmə amma. dəhşət qazdayım burada. Yox, eləmə. Hamı da elə qəşəng ümumi özünüzlə bilmədən və yaxud peşəkarcasına hiss elətdirmədən hər kəs assosiasiya yaradacaq, hərə öz biznesində bir pay götürdü. Və hamı deyir ki, bax məndəki söhbət. Hamı ürəyindən azı bir dəfə də olsa deyir, məndəki məsələ durub sabahdan bunu eləyəcəm və yaxud da durum bir kompüter açıb işləyim. Yaxşı. Hər şey əladır, gözəldir. Bax mən deyək ki, mən tamaşaçı, yeganə tamaşaçım buradan baxıram da. Bir qəşəng əhvala gəldim, motivasiyadan başladım. Amma sizə qulaq asdıqlarımdan sonra yenə də yaxşı və düzgün alınmasa mən nə edeyim? Bir yerdə qırılacaq da bu da. Bunun davamiyyəti olmalıdır axı. Mövcud işini eyni şəkildə qorumalısan mənim. Qaza gəlməməlisən. Çünki sahibkarların çoxu qaza gəlməməlisən. Sahibkarların çoxu belə qazlı videolara qulaq asır, təlimlərə gedir. Mövcud işinin tamamilə səhv olduğuna qərar verir. Tamamilə səhv olduğuna qərar verir. Onu sıfırlayır və yeni eşitdiyini tətbiq eləməyə çalışır. Bu eşidilənləri dinləməlidir və bunu analiz eləməlidir. Mənə görə sahibkarlar küçük, orta, böyük, korporativ fərq eləmir. Mövcudda doğru etdikləri var. Öncə bunu bilməlidirlər. Bunların hansı olduqlarını təsbit eləməlidirlər. Təşhis eləməlidirlər. Ortaya qoymalıdırlar. Nələri yaxşılaşdırmalıyam, onu analiz eləməlidirlər bu söhbətdən. Bu söhbətdən məndə bərbaddır deməməlidirlər. Özgün getməməli. Niyə bunu deyirəm? Biz də bəzən danışmanlıq edirik. Normal ticarət olmayan, korporativ təcrübəsi olmayan, bir mal alıb bir mal satmayan, müəyyən anlamda təcrübə yaşanmayan bazardakı bir çox konsultant sahibkarın bu şəkildə qaza gəldiyini səndəki kimi görür. Deyir, tapdım ha, yeyəcəm mən bunu. Və onu yeyir. Bir 4 ay, 5 ay, 6 ay yeyir. Mən belə yeyilənləri çox görmüşəm. Bir şirkətə getdim mənim, bir struktur çiziblər. O güldür və sucuk üretiyoruz ulan sucuk. Bu kağız basır. Adama sokardaki strukturun eynisini verir. Bak yeminim olsun. Bak Semur. İdare heyeti, yetim özüdür. Bir de 2 nəfər var, okey. CEO özüdür, Allah bərəkət versin. Vitse-prezident, direktör. Direktör kömək, direktör. Mən getdim 2-ci ay dedim, balam sen ölürsən. Bu nedir ya? Sen sucuk üretiyorsun. Yani o güldür. O yüzden qəti qaza gəlmək olmaz. Mövcudda doğru etdikləriniz var. Ama bunların yaxşılaşdırılması gereken alanlar var. Bunlara bakmak lazım. Sahibkara sen səhv eləmirsən deme hakkımız yoktur. En az bura qədər gəldi. Yani benim dediğim nokta budur. Siz əlavə edə bilərsiniz. Çünkü ben bunu gördüğüm için Orhan. Benim adamın dövriyesi üzür istem ayda 30.000 değil, sokarın strukturunu verirler kardeşim. 30.000 dövriyesi var. Sokarın strukturunu verirler. Yani sen özünsen 3 tane de adamdı. Direktör mavini de daxil yani. Dərtliyəm mənim struktur. Belə deyək də, konsalting, mentorluq görüşlərində də qarşı tərəfdə oturanı deyirəm ki, əgər sahibkar kimi, indi bizə də sahibkar kimi baxırlarsa, danışırsa, demək ki, o ana qədər gəlib çıxıbsa, doğru edib. Yanlış demək deyil. Dünyanın ehtiyaclarına görə, bir öncəki vəziyyətin ehtiyaclarına görə müəyyən qərar verib və ayaqda qala bilib ki, daha yaxşı qərar verə bilərdi, bəlkə də verə bilərdi. Amma bu nöqtəyə kimi gəlib çıxıbsa, demək bir şeyləri doğru edib. Amma indi böyümə və inkişaf eləmək bu ekstra bir fəaliyyət kimi görülməməlidir. İndi ayaqda qala bilməyin üçün, sadəcə ayaqda qala bilməyin üçün, sadəcə indi qazandığında sabah qazana bilməyin üçün sən inkişaf eləməlisən, dəyişməlisən. Bu qədər bəsit. Sahibkarda biz hal-hazırda danışırıq müəyyən bir epizodu. Amma biznes, ticarət minlərlə epizoddan ibarətdir. Ola bilsin ki, bizim danışdıqlarımız hansısa bir epizodu yansıdır. Məsəl üçün, amma digər 99 epizodu uyğun deyil. Daha bir fərqli bir şey təklif eləməli, daha fərqli bir şey danışmalıyıq orada. Siz düşünün bir satış prosesi, düzdür. Biz hamımız soruşsaq satış prosesi necə olur? Hər kəs 5 dənə addım deyirlər. Amma mən elə indiyə kimi çalışdığım şirkətlərdə eyni prosesi müxtəlif şirkətlərdə qurduğumuzda onun üst-üstə düşmə ehtimalı 10-15-20% olur. Qalan 80% o şirkətin reallıqlarına, o şirkətin resurslarına, o şirkətin sahibkarının gözləntisinə 10-15 dənə indikatora uyğunlaşmalıdır. Ona görə də həmin sahibkarlar da hansı nöqtədə ki, artıq tətbiq elədikləri
bir nöqtədə qırılır. Bu o yanlışdır demək deyil. Bir balaca hizalamaq lazımdır. Yəni o Gün keçdi filmində bir gözəl söz var. Mən həmişə istifadə edirəm. Deyir, başı kəpəkdən təmizləmək üçün başı kəsmək lazım deyil. Sadəcə kəpəyi təmizləmək lazımdır. Yəni bir şey yanlış gedirsə, tamamilə kökündən yanlışdır demək deyil. Ola bilsin ki, çox bir xırda bir nüansı gözdən qaçırıb. Bu istiqamətdə o məncə ya məsləhət almalıdır, ya peşəkar şəkildə, ya hansısa bir şəkildə ona deyilən məsləhət də bəzən sadə görsənir. Məsələn, deyəlim ki, Sakit bəydən biri peşəkar ya sahibkar bir məsləhət alır. Sakit bəy sadəcə bir cümlə qurur və ona bildirir. O da düşünür ki, bu bir cümləni mən də düşünə bilərdim də, ya da mən də eləyə bilərdim. Niyə ağlıma gəlmədi? O zaman da o çəkici hara vurmağı öyrənmək üçün 40 il məsələsidir ki, o bir cümlə də elə məsələ yəni. Yəni burada mən də əlavə edeyim, çox gözəl fikirlər deyildi. Mənim yanaşmam bu işdə əsas məsələ odur ki, bir biznesə bir çözüm gətirmək üçün o biznesin ağrılarını başa düşmək lazımdır. Yəni bu problem də deyə bilərik, ingilislər pain deyir də. Çünki o vurur bir yerdən. Çünki biznesdə problemlər hiss olunur. O ağrılarını müəyyənləşdirmək lazımdır. Yəni bir yerdən, 3 yerdən, 5 yerdən, bəzilərində xaotik yerlərdə, çox yerlərdən onlar bilir biznes niyə problemdə olduğunu düşünür. Yəni də çünki işləri düzgün getmir. Tamam? Yəni bədən, sizin misaldan da bədən düzgün işləmir. Bir yerlər ağrıyır, bir yerə qan getmir. Yəni biznes bunları hiss edir və burada dirənir və əlacsız qalır. İnformasiya, konsaltinq alır da və yəni həkim olub, yəni də bu ağrıları təhlil etmək lazımdır. Biznes harda dirəndi, harası ağrıyır, satışdadır problem. Bəzən satışın üzərinə gedirsən, baxırsan ki, problem başqa yerdədir, yəni. Logistikanın hansısa şeyində çatdır. Bəli. Satışda problem yox, satış prosesində problem yoxdur, satış insanlarında problem yoxdur, hədəflərə çata bilmirlər. Amma zəncirvarı təhlil edəndə o ağrı gətirir, məsələn, təchizat zəncirindəki problemi ortaya qoyur və sən oranı çözməlisən. Sən bütün strukturu dəyişib, satışı marketinqlə birləşdirib, maliyyəni, nə bilim ki, insan resurslarını falan yerlə falan birləşdirib, bu struktur qurmaq lazım deyil bir strukturunda, danışıldığın kimi də, yəni də. Sən nədir? Təchizat zəncirində o problemi həll etmək üçün proses və strukturu ona uyğunlaşdırmalısan. Yəni bu sənə yol açır. Bir də var ki, biznes gəlir, dirənir. Bu dirənmək də adətən bazar tənzimləyir. Bazardakı fürsətlər, təhdidlər tənzimləyir. Yəni insanlar bizneslərinin sahəsində dəyişə bilər, sektorda dəyişə bilər. Yəni Amazon ömründə kitab satırdılar da yavaş şəkildə. Amma nədir? Açıq olursan fürsətlərə, dəyişikliklərə gələn açıq olursan və çeviş olursan, yəni mən bu prosesimdir, strukturumdur, sahəmdir, qoruyacağam. Yox, sən açıq olursan və oranı açırsan. Şablonları tətbiq eləməkdən daha çox yaşayan sistemlər qurub uyğunlaşdırmaq, adaptasiya olmasını təmin etmək lazımdır. Sinan bəyin sözünə bir əlavə edeyim. Yəni bəlkə də bu çox dəyişkənlik ola bilsin ki, bizim belə deyim də bölgəyə daha çox xasdır. Nəyə görə? Bizdə bir rəhbərə bir neçə şans verilmir. Yəni ilk səhvindən onu günahlandırılır və yenisi gətirilir. Yenisi gələndə yenə də səhv edir. Üçüncü də səhv edir. Amma imkan verilmirlər ki, 2-3 səhvdən bir təcrübə toplasın. Dördüncüdə artıq sağlam bir yol alsın da. Bu yaxınlarda belə deyək də, yəni Harvard Biznes Məktəbindən strateji idarə etməklə bağlı bir təlim alırdım və orada yüksək şirkətlərin CEO-ları falan danışırdı. Orada diqqət elədiyim o idi ki, adamlar 10-cu, 11-ci səhvlərindən danışırlar artıq. Halbuki bizdə 2-ci səhv olsaydı onu göndərmişdilər. Qəşəng olsun. Amma ki, bu dəyişikliklər dediyimizdə sadə bir dəyişiklik deyil. O izah edir. Məsələn, birinci dərsdə deyilir ki, mən bunu etdim. Biz bütün hər kəs dinləyicilər də deyir ki, super eləyib. İkinci dərs gəlib deyir ki, keçən dəfə eləmişdim ha. O səhv idi. Sonra dəyişdim, belə elədim. Sonra dəyişdim, bu formada etdim. Sonra dəyişdim, bu formada etdim. Artıq bir stabil yolu tapmışam və davam eləyirəm. Yəni əslində nə qədər təxmin eləyə bilsən də, nə qədər sistemli ola bilsən də, istənilən şirkəti sürprizlər gözləyir. Sən o sürprizlərə qarşı bəzən nəzəriyyə də yetmir. Bəzən bildiklərin təcrübən də yetmir. Yəni sən yeni bir şeylər öyrənirsən, yeni bir şeylər tətbiq edirsən. Şirkətin buna nə qədər toleransı var və o səhvlər nə qədər zərər verir, bu ayrıca bir mövzudur. Əgər o böyük bir zərər verirsə, artıq toparlanan bir durumda deyilsə, o zaman rəhbərlik qərar verə bilər.
Amma sürətli dəyişkənliklərdə də bir uyğunlaşma sabitliyi yarana bilmir. Yəni müəyyən bir nöqtədə təmkinli olmağa zərurət var. Mümkün deyil. Bir dənə orada əlavəm var. Bayaq sənə mənim qəşəng bir şey dedi. Hansı ki, biznesin ağır nöqtələrinin diaqnostikası. Bir də nəyin şahidi oluram? Məsələn, ağır nöqtələrin diaqnostik eləyirsən və bir 5 cür problem çıxır ortalığa. Və əslində assosiasiya eləsək, həkimlərlə konsultantların bənzərliyi çoxdur. Haran ağrıyır sualına cavab verir və sağaldır, düzdürmü? Və problemləri çıxardırsan və əksərən o problemlərin həllində baxıram ki, misal üçün bir xəstədir, beyin qanaxması keçirir, ürəyində tromb var, dərisində müəyyən çatlaqlar var və biz əksərən bəzən sahibkar mövqeyində nə edirik? Kosmetik şeyləri santavik vurub düzəldirik. Yəni hansı ki, ürəyi sağaltmırıq, beyindəki qanaxmanı sağaltmırıq, səthi üzdən görünənləri düzəldirik. Hansı ki, bu içdəki problem, qalıcı problem çözülür. Dayanıqlı eləmirik. Bəli. Yəni üzdən görsənsin, şablon kostyum giyindirmisən, amma içdən yoxdur bu adam. Kök səbəb yoxdur. Üzdə hər şey kosmetikada gözəldir, amma təməl kök səbəb rutkoz aparılmır ki, baxın görünməsində problem hardadır. İşte buna da bütünsel baxan doktor lazım. Razıyam. Sadəcə bir istiqamətə baxan doktor onu tamamlaya bilməz. Məsələn, maliyyəci və HR'cı gəlib ümumi nəzərdə tamamlaya bilməz. Mən müəllimin suala belə özət bir şey daha əlavə eləmək istəyirəm. Biz ticarəti öyrənən bir toplumuq. Sovetlər Birliyi, Çarla bərabər bizə ticarət çox müsbət yansıdılmayıb. Bizi dinləyib qaza gəlmək və ya səhv olduğunu düşünənlər olacaqsa ki, məncə düşünmələri doğru deyil. Kiçik orta biznes, bu 300 işçiyə qədər çıxa bilər də. Mənə görə Azərbaycanda kiçik orta biznes çox uğurludur. Yəni qaza gəlib iş qurub davam elətdirir, zərər eləmir və bunu uzada bilir. Xəyala yansıdır. Yəni, çox uğurludur mənə görə. Və elə bir levela gəlib ki, çünki miqyas balacadır, rəqabət çoxdur, bilgi çox ehtiyacı var. Gəlir əvvəlki gəlir deyil. Bunu çevirməlidir, transformasiya eləməlidir və daha fərqli bir qazancı eləməlidir. Oradan da o iş yaxşı deyil, başqa işə keçib buradakı pul alıb başqasına yatırdığı zaman da batma ehtimalı daha böyükdür. İş işi doğurur, öncə mövcunu yaxşılaşdırmalıdır. Amma Azərbaycan sahibkarları son bir il yarımdır, mən görürəm ki, kiçik orta biznes, bəlli bir istiqamətə gəlib cam tavaya, onu qırıb bir sonraki adıma keçmə nöqtəsindədirlər. Bu da vizyonun gəlişməsi, xarici görmək, xaricdə də nə isə eləyə bilərəm düşüncəsinə vakıf olmalarına çox böyük fayda var. Çünki bizimkilərdə olan dəyişkən Avropada yoxdur. Mən hər zaman bunu deyirəm, bəzən qərib qarşılanıram. Azərbaycandakı bir il şirkətin ömrü Avropada 3 ilə bədəldir. Bəlkə 4 ilə bədəldir. Dinamika daha yavaşdır. Deyəcəksiniz niyə? Dinamika daha yavaşdır, bir də ki, tələb daha yavaşdır. Mən bələdiyyəyə bir təklif vermişəm, bizim IT şirkəti bir dostumuz. Deyir ki, mən bunu bir ildə bunu istəyirəm. Adam deyir ki, mən 6 ayda eləyirəm. Deyir, mənə bir ildə bunu ver. Nöqtə. Washingtonda bizim bir Azərbaycanlı fındığı bazarlara daxil eləmək istəyir. Bu hekayə bəlkə bilirsiniz. Zəng edir ki, qardaş bunu sertifikat deyir. Qardaş sertifikat 2 aya, 3 aya, 4 aya. Deyir, yox, verməlisən. Mal gəmiləri gəlir. Deyir, gəl bir dənə Washingtona, gedir Washingtona. Deyir ki, qardaş, mənə 30 ildir burada işləyirəm, mənə adrenalin yaşatdı, mənə həyəcan yaşatdı. Məndən ömür boyu bunu tələb eləyən eləməyib. Sənin xətrinə imzaladı, verdi. Yəni, bizdəki bu sürətli dəyişim, dinamika sürətli olması bizi inkişaf elətdirib. Biz bunun fərqində deyilik. Sahibkar inkişaf etdiyini düşünməlidir, mövzunu yaxşılaşdırmalıdır, bir də vizyonunu kənarda dənəməlidir. Bayaq söhbət əsnasında Azərbaycandakı rəhbərlərin, CEO-ların işdə səhv etmək müddətindən də danışdıq. Ümumiyyətlə, bizim böyük şirkətlərdə, CEO-lar dəvət olunanda onlar bir tarixçəsi vardı, uğur hekayəsi var. Adətən Azərbaycan investorları, sahibkarlar həmin CEO-ları hansı məqamlara görə dəvət edirlər işə? Yəni, dəvət edirləri bilmirəm, amma dəvət edilənləri şirkətlərdə bilirəm. Yəni, indi bundan sonra nəyə diqqət ediləndə bir şey deyə bilmərəm. Amma nəyə diqqət etməlidirlər deyə bilərəm. Ümumiyyətlə, şirkət idarə etməsində strategik baxış, satış odaqlılıq və marketinq anlayışı olan CEO-lar olmalıdır. Şirkətdə şübhəci, sadəcə rəqəmə bağlı maliyyəci, mühasibəci və ya hüquqçu olduğu zaman şirkətdə həm daxili kommunikasiya, həm də ki, cəsarət mexanizması demək olar ki, ölür. Və bir çox mahiyyətdə, mən istehsalatda bir çox maliyyəci qoyublar bu dəqiqə, Big Four-da və digərlərində olanlar. Yəni, o firmada real bazar araşdırması, daha yeni bazara çıxma anlayışı və algısı yoxdur. Marketinq yatırımlarının belə qabağı kəsilmə bir nöqtəsi var yəni. Sahibkarlar niyə maliyyəciləri seçir? Çünki onlar maliyyə dili, balans, gəlir, xərc kimi kəlmələri
doğru istifadə edib hesabat verirlər. O da Excel'də. O yüzden prosesleri tatbik eden, komandanı yığa bilen HR ve bunu da idare etmek için KPI ve derecelendirebilen satış ve marketing devamlı harekette olan liderler yönetici olmalıdır. Maliyeci, muhasebeci, tarihçesi olan, hal-hazırda batan birçok firma diyebilirim size. Globalda da bu belədir. Globalda inovatif araştırma, geliştirme, satış, marketing, hüquq ve maliye bu mekanizma değil yani. Tamamıyla şüpheci ve regama bakan mekanizma CEO konseptinde değil. İdare heyetinde olabilir. Çünkü onlar destekleyici mekanizmadıdır. Ama inkişaf etmekte olan ülkelerde yürüyen, hareket eden, fikir geliştiren ve bu fikri tamamlayabilecek komandaya ihtiyaç var. Maliye arka taraftadır. Ön tarafta değil. O yüzden ben sahipkarlara, idarəçilərə, yöneticilere güzel hesabat kısmını IFRS ve diğerler demek kısmı değil de yaxşı liderler, yani kommunikasyon doğru kurabilen, prosesleri yazabilen, satış noktasında komandanı itebilen liderlere ihtiyaç var. Bu da satış, marketing, HR ve bununla yanaşı proseslerin idare edilmesi diyebilirim. Maliyyə baxışından şirkət idarə edilərmi? Sualı bu formada qursaq daha yaxşı olur. Ola bilsin ki, adam 20 il maliyyəçi işləyib, CEO təyin olunub, baxışını, şapkasını, hər bir emosional tərəflərini ya özü, ya hansısa inkişaf etdirərək, ya ona uyğunlaşaraq, mentor vasitəsilə özünü o rola, o şapkaya uyğunlaşdıra bilər. Yəni əslində onun backgroundu bəli, təsiri varmı? Var. Amma bu tamamilə bu konsepsiya işləməyəcək deyə bir şey deyil. Əsas o şirkəti idarə edərkən hansı CEO olaraq Sakit bəyin qeyd elədiyi emosional və texniki bacarıqları daşıya biləcəksə, it's okay. Yox, daşıya bilməyəcəksə, bu hətta elə satışdan gələn adam da olacaqsa, ola bilsin ki, satışda da işləyəndə maliyyəçi baxışından baxırdı. Yani çok Onu güzel, şirkəti idarə edə bilməz. çok güzel bir cümle dedin. Çoxunluqdan danışırıq. Bəli. Maliyyəcinin baxışı ümumiyyətlə rəqəmsel və şübhəci bir baxış olduğu için maliyyəci baxışı komanda yönetimi için yeterli değil. Ama maliyyəcilər var ki, satış tərəfini və kommunikasiya, kapital, insan kapitalını idarə edebilir. O ayrı. O istisnadır. Muhasebeci maliyyəcinin o kapasitesi yoktur. Benim bakışım budur yani. Belə deyək, Sakit bəy, əslində son zamanlar belə deyək, Alim bəy yoxdur. Azərbaycanda CFO, baş maliyyə inzibatçısı təyinatları var. Əslində baş mühasib, maliyyə rəhbərindən baş maliyyə inzibatçısının bir fərqi var. Ola bilsin ki, biz də onun fərqindən var olun. Mən hətta çalışdığımız şirkətlərdə deyirəm ki, baş maliyyə inzibatçısı əvvəllər direktorun mavini baş mühasib sayılırdı, hansı ki, o şirkəti idarə edirdi. İndi də CFO, baş maliyyə inzibatçıları tək maliyyəyə baxmır. Bütün şirkətin gəlirliyinə, fəaliyyətinə, effektivliyinə cavabdeh olur. Hətta o digər funksiyaları belə sahibkarının qazancını qorumaq baxımından rəyini bildirə bilər, tələb edə bilər. Çünki yekunda nəticə CFO olaraq, bəli, o şapka ilə. CEO olarak değil. CEO olaraq deyil. Çünki yekunda olaraq bütün fəaliyyətlər maliyyə göstəricilərinə, o hesabata təsir edir. Yəni mən gördüyüm şirkətlərdə maliyyəci CEO təyin olunandan sonra birinci sıxışdırdığı adam kommersiya direktorları olur. Reallıqdır. Bu reallıqdır. Bunun səbəbi qısqanclıqdır yoxsa? Yox, bunun səbəbini deyənmərəm. Yəni səbəbini daha doğrusu indi deyəcəm, səbəbini yəni biraz dolaylı yoldan deyəcəm. Önəmli nüans nədən ibarətdir? Bir insan bir şirkətdə CEO təyin edilirsə, onun backgroundu nə olursa olsun, o artıq bir liderdir. Bu başqa vəzifədir. O keçmiş backgroundundan istifadə edib şirkəti idarə etməyə çalışsa, ora fokuslansa da, o ya şirkətdə ciddi problemlərə, xaosa, narazılığa, insan dökümünə, yəni bunlara gətirib çıxardacaq, ya da özü çıxıb gedəcək. Əgər backgroundu. Çünki CEO-luq bir şirkət
bir şirkət ekosistemini idarə etməkdir. Evet. O həm pazarlama ilə, marketinqlə marketinqçidir, satışla satışçıdır, maliyyə ilə maliyyəçidir, IT ilə ITçidir. Çünki bunların hamısını o idarə edir və onun əsas funksiyası nədən ibarətdir? Bütün şirkətin funksiyalarının effektiv işləməsini təmin etməkdir. O başqa funksiyadır, başqa mədəniyyətdir, başqa yanaşmadır. Yəni əgər şirkətin böyümə hədəfləri varsa, sən maliyyədən gəlmirsən, hər rəqəmin üzərində report gətir, hesabat gətir, əsaslandır, flexibility, onu ver, bunu ver dediyin andan etibarən bazarda böyük fürsətlər itə biləcək yerdə. Sən artıq burada nədir? Məsuliyyətləri götürən strukturlara CEO olaraq etibar eləmən çox vacibdir. Və səndəki eyni gözəllikdəki hesabat istəyirsən sən satışda. Yəni reklam nə qədər satış olur? Yəni sən satış olaraq da gəldikdə də satış olar. Əgər sən satışa bağlı qaldığın andan etibarən ancaq kommersiya fikrə gedəcəksən. Müştərini qazanım, endirim verim, satış çox olsun, maliyyə hesabatı gözləyər, nə bilim IT tərəfindən yoxdur, sistem olmasa da biz həll eləyərik falan filan deyirsənsə, bəli, onda sən də effektiv CEO ola bilməyəcəksən. Maraqlı. Azərbaycanda, yenə üzr istəyirəm, Azərbaycanda bəli elə bir tendensiya var, maliyyətçilər gəlirlər. Mən də bunu əlaqələndirirəm ki, Azərbaycanın bir çox bizneslərinin yaşam şeyində, əyrisində, yəni və ya yaşam xəttində olduğu yerlə əlaqələndirirəm. Çünki bir çox şirkətlər dayanıb bir sistemləşmə arzusu içindədirlər. Böyüməni dayandırıb, mən bir şirkət var idi, pərakəndə şirkəti. Pərakəndə şirkəti bütün böyümə tempini dayandırdı. Və dedi ki, mən sistemləşəcəm, optimallaşdıracağam falan filan və ciddi şəkildə kiçilməyə başladı. Dayandığı anda kiçilməyə başladı o şirkət və rəqib gəldi çatdı. Maliyecilərin çoxu bu dəqiqə bunu edir. Rəqib gəldi çatdı, o şirkət o strategiyanı dəyişdi, eybi yoxdur, biraz sistemləşdik, biraz düzəldi. Amma biz davam eləməliyik dediyimiz anda bu şirkətin başında olsa dayanmaq olmaz. Yox, hal-hazırda o şirkətin başında da maliyyəçidir və çox da gözəl idarə eləyir o şirkəti. Çünki onun CEO mindseti var və insanları idarə eləyir, motivasiyaları düzgün yerlərdə, yəni bu orada gələn yoldaşların CEO-lardan gözləntilərin düzgün qoyulmasıdır. Azərbaycan şirkətlərində mənə görə, çünki biraz şirkətləri geri apara bilər və ya xaosa apara bilər. Düzgün qoyulmasıdır və o insanların da orada artıq o çərçivədən maliyyəçi, satışçı, marketinqçi çıxıb artıq nədir? Real CEO olaraq şirkətlərin böyüməsi. Şirkətdəki daxili prosesləri avtomatlaşdırmaq və mükəmməlləşdirmək maliyyəci baxışı ilə qeyri-mümkündür. Şirkətdəki prosesləri yaxşılaşdırmaq, optimallaşdırmaq, avtomatlaşdırmaq və inkişaf etdirmək satışdakı effektivliyi arxa tərəfə yansıda bilmə qabiliyyətinə doğru mütənasibdir. Çünki satış bazarla iç-içədir. Bütün məlumatları doğru idarə edilsə, prosesi yaxşılaşdıra bilər. Mənim fikrim budur. Yox, mən maliyyəçi ilə əlaqədar deyim. Mən maliyyəçilər görmüşəm ki, ciddi ticari şeyləri, başları var da, yəni ticari olaraq çox düşünürlər. Bilmirəm bizim maliyyəçilərimizi necə görürsünüz? Yaxşı görürəm. Mən də yaxşı görürəm. Yəni maliyyəçilər ümumiyyətlə risk alan, yəni bizdə biraz Azərbaycan bazarında reportingə çox maliyyə ilə əlaqələndirilir, amma həqiqi maliyyəçilər biznesi drive eləyən, biznesi irəli aparan və investmentları doğrudan da həm əsaslandıran, həm müdafiə eləyən, yəni maliyyədən mənim gördüyüm odur və istədiyim odur. Amma Azərbaycanın ən böyük şirkətləri var idi. Mən orada maliyyə müdürünü tanımırdım da. Mən kommersiyada işləyirdim, marketinqdə işləyirdim. Yəni maliyyə müdürü tanımam, amma biznesin bütün maliyyəsi dönürdü, bütün hər şey gedirdi. Yəni o şirkətdə mən o şirkətdən 10 il işlədim, o şirkətdən ayrıldım. Ondan sonra yəni orada böyük bir maliyyə müdürü gəldi də. Başa düşürsüz? Yəni burada məsələ nədir? Məsələ biznesdən nə gözlədiyinizdir. Və oradakı maliyyənin funksiyalarının və biznesin böyümə funksiyalarının bölünməsidir. Gözləntilərin bölünməsidir. Mənə görə biraz bu müəllimə sözü verək. CEO-lardan danışdıq, rəhbər vəzifələrdən danışdıq. Bir də maraqlı sual gəldi ağlıma. Azərbaycanda xüsusən də yüksək vəzifələrə, C-suite menecmentdə, executive menecmentdə gələn vəzifələrdən fərqi yoxdur. Bu CEO da ola bilər və digər idarəetmə üzvləri də ola bilər. Sahibkarlar əksərən sehri çubuq gözləyirlər. Gəldi, vurdu, biznes sabahdan partlatdıq da, satırıq, satışlar da birdən-birə tavandı, mənfəətliyi artdı.
xüsusən də yüksək vəzifəli şəxslərin, məsələn, bayaq Harvard Business School-dan nümunə çəkdiniz, o qlobalda sınaq müddəti və uğurlu olma standartları var. Gəlin də Azərbaycan reallığına baxaq. Sizcə xüsusən də yüksək vəzifəli rəhbər şəxslərin, CEO-ların, digər idarəiyyət üzvlərinin, CFO-ların, CCO-ların fərqi yoxdur. Hazırki Azərbaycan bazarında uğurlu, uğursuz olması hansı faktorlardan asılıdır və onun bir ölçülə bilir periodu var yoxsa yoxdur ki, adam gəldi, 6 ay bir strateji ürətdi, 6 aydan sonra effektivliyi görür ki, nələrsə dəyişdi və yaxud da şirkət az aşağı getməyə başladı. Mən bununla bağlı çox belə provokativ fikirlərim var. Prosta sizləri dinləmək istəyirəm ki, əsas biznes içində olan adamların düşüncələri hansı yöndədir ki, xüsusən də o yuxarı vəzifəli şəxslərin uğur və uğursuzluğuna təsir göstərən faktorlardan nümunə çəkə bilərsiniz və yaxud da periodu da deyə bilərsiniz, fərq eləmir. Sualım sizədir. Mən bunu böyük biznes, kiçik və orta biznes deyə ayıra bilərsiniz. Mənim fikrimcə, sahibkarların hansı tələblə CEO-nu dəvət elədiyini CEO doğru anlamalıdır. Öncəliklə sehirli dəyənək baxışı bütün sahibkarlıq mexanizmasında var. Yəni sabahdan hər şeyin düzəlməsini gözləyir. Amma doğru idarəçi, doğru CEO şərtlərini qarşı tərəf qoyduğu kimi özü də şərtləri qoymalıdır. Mövcud durum dəyərləndirməsi, strukturun analizi, komandayı tanıma ən az 3 ay zamanı sərf eləməlidir. 3 ay içərisində struktur dəyişimi, bunun inkişaf elətdirilməsi bu adamın ən az 1 ilini ala bilər yəni. Bu adam 1 ilə qədər o şirkətdəki bir çox mexanizmanı anlaya bilər, küçük dəyişikliklər həyata keçirilə bilər. Böyük dəyişiklik 1-3 ildən tez olma ehtimalı yoxdur. Bunu daxildə 6 ay içində nəticə gözləyənlər var. Türkiyədən CEO gətirib 1 ildə göndərənlər var. İngiltərədən Almaniyadan gətirən var, 6 ayda şillələyən var və s. və ilə axır. Bunun xaricində CEO-nu gətirir və tam güvənir. Bir də bu problemlər var böyüklərdə. Tam güvənir, güvənmək bəs eləmir. CEO bütün komandanı yığır, marketingçi yığır, satın almacı yığır, CEO gətirir, xaricdən gətirir. Sonra 6 aydan sonra CEO gedir və bütün hamını göndərir. Yəni demək ki, sahibkar da nə tələb etdiyini bilmir. Gələn CEO da nə tələblə qarşı-qarşıya qaldığını bilmir. O zaman belə əlavə eləyə bilərik ki, əslində sahibkarlıq hətta CEO-nu cəlb etmə, CEO təyin etmə belə bir xüsusi bir bacarığı olmalı. 100%. 100%. Sadəcə mən Azərbaycan reallığından da sual verdim. Mən sizə dinləmək istəyirəm, maraqlıdır. Qəşəng təcrübələriniz var. Buyurun sən abi. Deyim valla. Yəni mən gördüyüm odur ki, müəllim oradan çox yaxşı vurğuladı. Gözlənti məsələsi var da, nə gözləyirsən adamdan. Yəni daha əvvəlki müzakirəmizə keçsək, yəni biznesin problemlərini anlamadan sən orada yəni fundamental dəyişikliklər etməməlisən. Yəni mənə görə CEO dəyişikliyi şirkətin fundamental əsaslı dəyişikliklərindən, qərarlarından biridir. Və onu dəyişərkən, yəni problem çərçivəsində problem var dəyişirsənsə, sən biznesin problemlərini düzgün anlayırsan. Düzgün anladıqdan sonra artıq o CEO-nun qarşısında gözləntilərini düzgün qoya bilirsən. Sən onu düzgün qoyandan sonra artıq zaman çərçivəsi var. Mən razıyam. 6 aydan sonra olmadı deyilə. 1 aydan sonra göndərirlər insanları, vaxt çox deyə bu vermirlər. tendensiya bazarda və yayğındır. Yəni mən bir dənə toparlayım, müəllimdən üzr istəyirəm. Önəmli məsələ nədir? Önəmli məsələ. Məsəl üçün biznes intervyularında belə bir suallar verirlər də, xüsusən CEO səviyyəsində, xaricdə. Gələndən sonra 1 aydan sonra nə edəcəksən? 1 ay içində nə edəcəksən? Ondan sonra 3 ay içində nə edəcəksən? Və 1 il içində nə edəcəksən? Yəni 1 il içində biraz deyirlər, amma yəni 3 ay dəqiq soruşurlar ki, sən 3 ay nə edəcəksən? Yanaşmasını anlamağa çalışırlar. Yəni belə də olmur da. Mən CEO gətirdim, 1 il vaxt verirəm, baxaq görək nə olur deyil də. Yəni də sən gətirdin, qısa müddətli inkişaflar olmalıdır, dəyişikliklər olmalıdır. O da dediyim kimi də biznesin ağrıları və problemlərinə dəyişikliklər olmalıdır, müəyyən şeylər düzəlməlidir, bunların təsirinə impact olmalıdır, təsirləri olmalıdır. Amma nədir? Bunlar taktiki və nöqtə atışları çərçivəsində bu effekti görməlisən və hamı üçün, yəni quick win deyirik bunun adına. Yəni hamı içində sindirməlidir, komanda qəbul etməlidir, eyni kültürü mənimsəməlidir. Yəni burada CEO-nun şirkəti qəbul etməsi kimi şirkətin də CEO-nu qəbul etməsi çox vacibdir, xüsusən də şey yerlərdə. Və bu da qarşılıqlı münasibət çərçivəsində tənzimlənir. Yəni bu bir tərəfli deyil də. Otorite olaraq müdür qoyduq, hamınız ona şey eləyəcəksiniz. Bu belə getmir. Yəni
peşəkarlar var ki, işini çox yaxşı bilir. Qarşılıqlı müzakirələr və şeylər çərçivəsində, çalışma çərçivəsində, yəni sən nədir, ortaq yol tapıb bir işi inkişaf etdin məsələn. CEO gəldin, sən dediyin olacaqla, yəni bu iş yürümür bugünkü dünyasında da. Sən CEO gəldin, CEO komanda ilə bir yerdə qazanmayan bir güclü CEO'nun gəldiyi hər şirkətdə komandanı qazanma bacarığı olmalıdır. Qazana bilməlidir. Məncə birincisi elə budur. Onun kompetensiyası var, yoxdur. Zaman içində baxsan ki, o insanı mən qazandım da, yaxşı insandır da, şeydir, amma onun kompetensiyası çatmır bu pozisiya üçün. Ben onu dəyişmək olar, onu eləmək olar, adına üstünə müdür gətirmək olar. Sən bütün dataları verdin əslində. Mən 2 örnək verəcəm. Gələn CEO-lar yaxşı sahibkar bəyənir, biri referans verir və bu CEO-nu gətirir. Amma mövcud kadroda olduğu üçün onun gəlməsinə əngəl ola bilmir. Çünki sahibkar bəzi şikayətləri var. O CEO gəldiyi zaman CEO-nun elədiyi xəta həmən bu komandanı dəyişdirmək arzusu. Buradakı komanda da həmən onun torbasını dişmə arzusu ilə doğru mütəlasıdır. Bu da bunu gətirir. Buradakı adamlar 1 ayda, 2 ayda, 3 ayda nəticə yoxdur. Gördünmü müəllim nöqtəsindən? Oradakı adam da bunlar gördünmü müəllim nöqtəsinə? Yəni iş görməkdənsə çatışmaya gedirlər. Şirkətlərin bu dəqiqə böyük firmaların 80%-nin dəyişimi səbəbi budur. O CEO-nun gətirdiyi fikrə görə mərkəzləşdirib, daha sonra altdan gələn şirkətə görə lokala dönən 1 il içərisində 2 firma var, böyük firma var. Yəni gələn CEO dəyişdirmək arzusundan vazgeçməlidir. Mövcudla bir anlaşa bilmək olmalıdır və sənə mən dediyi aylıq bölgüsü, illik bölgüsünə həyata keçirməlidir. Burada bulunanlar da hər hansı bir negativ təsirlə gəlməsini arzu etmirlərsə, əgər şirkət odaqlısa, başqa məqsədləri, şəxsi çıxarları yoxsa ortaq çalışmaya bir nöqtədə birləşdirməlidirlər. Amma bu dəqiqə bu ikisi də şəkillənmiş deyil. Nə burası iqna olunub, nə digər tərəf iqna olunub. Hər iki tərəf iqna olunmadığı üçün ikisi də çatışır. O yüzden gələn də gedir, qalan da özün daha çox ömrü olsun deyə əlindən gələni edir. Son bir sual gəldi. Buyurun. Şahran mənim sual vermək üçün icazə verir. Səsləndirdiyimiz, amma əksərən də mənasını başa düşmədiyimiz bir də termin var mənə görə. Çox biraz provokasiya olaraq deyirəm ki, başa düşmədiyimiz korporativ mədəniyyətdən söhbət gedir. Nə vaxt yada düşür? İBRD-in, ADB-in kreditləşmələrində korporativ mədəniyyətin qurulmasına bağlı tələblər olur və sənəd üstündə güya düzəltmiş deyirik. Amma reallıqda mən səmimi deyirəm ki, Azərbaycanda 2 də ifadəni mən çox sahibkarla müzakirədə görmüşəm ki, bir vizyon və strategiya sual verəndə tam olaraq nə başa düşmürlər və korporativ mədəniyyət deyən. Çünki korporativ mədəniyyət əllə tutulan bir şey deyil axı. Hiss eləməlisən sənin korporativ mədəniyyətin varlığın. Bu dəqiqə təşkilatlarda, hazırki Azərbaycan şirkətlərində korporativ mədəniyyət deyiləndə sahibkarların beynində olan nədir? Maraqlıdır mənə sizin perspektivinizdən və ən azından onlarda o mindset yaranmaq üçün. Sonra sən bunlara özün cavab verməlisən, bizim üstümüzə yıxırsan. Prosta mənə bizi səhv maraqlıdır. Amma sadəcə deyim ki, mən sən məni güllələyəm. korporativ bilirsən bizi yoxuz. Yox, mən deməli mən korporativ mədəniyyətin kitabını yazmışam. Ona görə Kitabçılarda korporativ mədəniyyət. Ona görə mənə sizin mövqe maraqlıdır. Mənim 2 dissertasiyam var. Biri korporativ mədəniyyətlə ilgilidir, biri də gap satisfaction organization commitment-la ilgilidir. İkisi də ən fazla referans alınan məqalələr olub və dissertasiya təxmini 500-ə yaxın referans alıb böyük şeylərdən. Yəni tövsiyə edirəm onu baxmanızı. Korporativ mədəniyyətlə ilgili danışacağım mövzu kəlmələr arasında istifadə edilən gözəl sözdür bu dəqiqə. Əla. Vəssalam. Bəs reallıqda necə hiss olunur ki, sahibkar nətər anlasın ki, o mənim şirkətimdə korporativ mədəniyyət var, yoxsa ticari dərtmədir? Abi, sahibkar bunun olmasını sadəcə ifadə edə bilir. Azərbaycanda böyüklər daxil korporativ mədəniyyətdən danışa biləcəyiniz bir mexanizma yoxdur. İddia edirəm. Bilirəm. Razıyam. Aydın. Küçük böyük fərq eləmir. Necə razıyam? Mən varsa son əlavələriniz artıq. Mən Son əlavamı belə edə bilərəm ki, dəyişiklik ki, sahibkar da, gələn CEO da, komandada başa düşməlidir ki, bu acılı bir prosesdir. Amma dəyişməmək daha acılıdır. Ona görə dəyişikliklərdə ən başlıca nədir? Müqavimətlərdir. Və sahibkarın ilk yaşayacağı şey həmin dəyişiklik nöqtəsinin kənarından ona şikayətlər gələcək, müraciətlər gələcək, yan keçməyə çalışacaqlar. İlk 3 ayda, 4 ayda dəyişikliklərin idarə edilməsi belə deyək də, nəzəriyyəsinə əsasən, prinsipinə əsasən o müqavimətləri yönləndirib yenə dəyişiklik nöqtəsinə CEO təyin edibsə, hansı bir nöqtə yönləndiribsə, ora yönləndirsə, yəni onunla barışmağa yönləndirə bilsə, artıq komandada onunla barışmağa başlayacaqlar, yəni uyğunlaşmağa başlayacaqlar. Yox,
dəyişdiyi nöqtədən əlavə özü də artıq proseslərin içərisinə daxil olursa, özü qərar verirsə, özü də artıq yanından gələn müqavimətlərə, proseslərə, müraciətlərə şərait yaradırsa, təbii ki, o müqavimət dövrünü keçə bilməyəcək və o dəyişiklik uğursuzluqla nəticələnəcək. Mən korporativ mədəniyyətlə əlaqədar bir dənə fikirlərimi bildirim. Bayaq yaxşısı oldu ki, korporativ mədəniyyət ümumiyyətlə nədir? Yəni də anlayış və şirkətlər də bunu tam başa düşürlərmi? Yarımçıq başa düşürlər mənə görə. Çünki yəni korporativ mədəniyyətin əsası nədir? Dəyərlərdir. Dəyər əsaslı və əslində korporativ mədəniyyət şirkət dəyərlərinin şirkət işçiləri tərəfindən mənimsənilməsi, tətbiq olunması, davranışlarına təsir edilməsi ilə olur. Və şirkətlər adətən 3 dənə, 5 dənə, daha çox 19 dənə olan var. Bu dəyərləri nədir? Korporativ mədəniyyətə çevirməyə çalışırlar. Təəssüflər olsun ki, bir çoxlarında bu alınmır. Çünki birinci şirkətlər özləri bunu pozurlar. Yəni misal üçün deyim də, Yazılanlar əgər dürüstlük dəyərin varsa, da, adam əgər dürüst səhv edirsə və dürüst boynuna alırsa, onu cəzalandırmamalısan da. Əgər məsuliyyət götürmə sənin dəyərin varsa, adam məsuliyyət götürüb səhv edibsə, sən onu cəzalandırmamalısan da. Bunlar sənin mədəniyyətinin bir hissəsi olur, korporativ mədəniyyətinin. Sən o dəyər, ona görə birinci məsələ o dəyərləri düzgün yazmaq lazımdır, düzgün müəyyənləşdirmək lazımdır və o dəyərlər də adətən sahibkarın baxışı olsun və ya şirkət rəhbərliyinin baxışı olsun və gözləntisi olsun və ya biznesə aparacaq, yəni nəticəyə aparacaq nədir dəyərlərin toplusu olaraq olsun. Ölkəyə görə dəyişir, şeyə görə dəyişir. Adətən yəni bunlar da ola bilər də, hər şey ola bilər, amma dəyər daşıyır. Yəni sadiqlik məsələsi var da, sadiq işlər. Sadiqlik əslində bir dəyərdir. Sadiqlik, bəli, loyallıq dəyəri. Əgər loyallığa dəyər verirsə adam, o adam qoculuğuna qədər burada işləməlidir. Sən o loyallıq qoyubsansa 10 ildən sonra deyirsən ki, ehtiyacım yoxdur, amma adam 15 ildir səndən işləyibsə, sən onu çıxartmamalısan. Amma şirkətlər nə edir? Yəni də o dəyərləri yazır, sabah mənfəət biraz aşağı düşən kimi sizlər getdiniz. Amma bizim dəyərlər ona görə də korporativ mədəniyyət oturmur. Ona görə də dəyərlər düzgün işləyir. Onu hər bir insana, məsələn, bunun üzərində çox çalışmırlar şirkətlər. Hər bir işçiyə ən rəhbərdən sürücüsü, fəhləsinə qədər bunu anlamalıdırlar. Onlara deyilməlidir, aşılanmalıdır və bunun tətbiqini görməlilər və özləri tətbiq etməlidir. Aydın. Mən izləyicilərə Seymur bəy, Orxan bəy, Sənan bəy, Alim bəy, yəni tədrislərini ən azından yaxında eğitim təlimləri olacaq, almalarını qəti tövsiyə edirəm. Mən çünki şəxsən özüm çox faydalandım. Siz özünüz iştirak edəcəksiniz. Seymurdan. Mən özüm də, prosto mən özümü tərəfləmək doğru olmaz. Onu da onların vicdanına bıraxıram. Mən elə bildim sizə olmayacaq. Olacam. Bu komandanı təqib edir. Sakit müəllimə, belə bir fikir var ki, bir insanın intellektini, biliyini o danışanda cavablandıranda yox, onun suallarından da çox rahat bilmək olur. Və əziz izləyici, əziz inkişaf etmək istəyən, dəyərli dostumuz, dəyərli indi sahibkar olan dostlar və ya gələcəkdə sahibkar olmaq istəyənlər. Fikir verdiniz, bugün mən yalnız moderator qismində idim, aparıcı jurnalist kimi. Mənə də çox xoş oldu. Sizdən də bir sahibkar olaraq öyrəndiyim və o motivasiya əldə etdiyim məqamlar var. Sizi biz Biznes İdarəçiliyi Akademiyasında görsək, sizin adınıza nədə sevinə bilərik? Həqiqətən də insanlar adi öz fiziki sağlamlığında belə bir də görürsən ki, sadə deyək də, dişi ağrıyır, dəqiq deyə bilmir hansı dişi ağrıyır. Hələ qaldı ki, biznesində bir problem var, bunu tam detallı izah edə bilmir. Sizə, dəyərli dostlar, məhz o təlimçilər öz bilik və bacarıqlarını aşılayacaqlar ki, onlar çox ağıllı və dəqiq suallarla sizə ünvanladığı sualdan sonra probleminizi aşkar edə biləcəklər. Ona görə də mən bütün təşəkkürümü bildirmək istəyirəm təşəbbüskarlara, iştirakçılara, təlimçilərə, təşkilatçılara minnətdarıq. Və mən özüm də şəxsən gəlib təlimlərinizdə iştirak edəcəm. İnanıram ki, orada belə deyək də mənə sual verəcəksiniz axırda. Təşəkkürlər, minnətdarım. Sağ olun, təşəkkür edirəm.